Selamlar, saygılar herkese. Bu gün də hər zamanki kimi Güney Azərbaycandan baxış proqramındasınız. Bu gün 101-ci bölümüdür. Bu gün də hər zamanki kimi Güney Azərbaycanla ilgili geçen hafta olaylar və hər şey ki bölgədə və dünyada Güney Azərbaycanı ilgiləndirir, onları danışacağıq. Sayın İnsaf Ali bəy hidayəti gözləyirəm ki, otağa alam. Herkese selamlar, saygılar, bütün yoldaşlara. İnsaf Ali bəy, selamlar, saygılar sizə. Hoş gördük. Necəsiz? Yaxşısınız? Sağ olasınız. Biz de sizi hoş gördük. Sizi biraz geriye çekeceksiniz galiba. Salam əziz və hörmətli dostlar. Xoş gördük. Sizi də xoş gördük. Necəsiz? Nə var, nə yox? Sağ olasınız. Biz və bütün yoldaşlar da ki, buradadır otaqda bizi gəlmişlər. Bizdən öncə gəlmişlər otağa bir. Sağ olsunlar, var olsunlar. Mən başlayıram. Siz əvvəl müqəddəməni buyurunca mən buradan bir 100 nəfər dəvət edeyim, gəlsin. Siz eləyin. Siz də oradan dostlardan da istəyək ki, onlar da dəvət eləsinlər o birisi dostları. Oradan ki olur, çox gəlsinlər. Otağa dəvət eləmişdim. Ona görə o cür olmuşdu. İndi onu öyrəndim sonra. Yəni otağa qatılsınlar deyə dəvət eləmişdim. Bəli. Bu şeydir. Aşağıda ox var. O oxu vuranda eləyə bilirik ki, listimizdə olan 150 nəfəri filanı çağıraq otağa. Siz onu eləyin, mən də yoldaşlara bir daha əziz otaqda olanlara və səsimizi sonra da eşidənlərə və izləyənlərə hər kəsi salamlayıb, sayılırıq, sevgilərimizi qəbul edin. Bir gün də geçən dəfə kimi səsimiz yankılanır. İndi bu nədəndir burada? Onu mən indi əlan düzəldirəm icazənizlə. Bilmirəm nədəndir, amma mən qulaqlıq işlətsəm düzələcək. Qulaqlıq işlədəndə düzəlir. Hə, ondandır. Oldu. O yoldaşlar da yazdılar. Bir gün əziz yoldaşlar, biz əziz bəylər, bir dəqiqə, xanımlar, şəbistlərdən salamlar, saygılar, bizə də şəbistlərə, əziz şəhərimizə, düşüncənin və fəlsəfənin şəhəri, şəbistlərə salamlar, saygılar. 101-ci proqramdayıq bu gün və hələ də səs dönür. Bu gün də hər zaman kimi Güney Azərbaycanı ilgiləndirən geçən hafta olayları və qonuları danışacağıq. İndi kəsildi. Nə oldu? İndi kəsildi. Bəli, kəsildi. Bəs demək sizdəndir bir şey. Bilmirəm niyə beləsi olubdu. Qulaqlıq olmayanda səs qeydir zahirən. Hədə. O yankılanır orada. Oldu. İnsaf Ali bəy, sizi xoş gördük. Xoş gördük, sağ olun. Biz zaman itirmədən 5 dəqiqəmiz getmiş. Həmən o qonular ki, onları danışacağıq, onları qısa danışaq. Biz Güney Azərbaycandan baxışı sunaq ki, görək Güney Azərbaycan milli mənfəətlərinin baxış açısından necə görünür olaylar. İndi Güney Azərbaycanda, Farsistanda, bölgədə və dünyada. Buyurun, siz. Sağ olun, təşəkkür edirəm. Mən də tamam dostlara ki, indi huzurları var, yoxsa gələcəkdə görəcəklər, ya sonra proqramın axırıncə bizə qoşulacaqlar. Hamısına salam ərz edirəm. Umarım keyfləri saz olsun. Həftə çox bir şuluq həftə idi əslində. Dünyada və bölgədə çoxlu hadisələr gedir. Sizin alnınızın birazı görsənmir. Əgər adca kameranı versəz dalayım. Tamam, ona görə. Bu həftə önəmli bölgədə bizə çox təsir qoyan, Güney Azərbaycandan baxmalıyıq ona, rəisinin ölməsi və o rəisi ilə bərabər 9 nəfərin ölməsidir. Çox önəmli bir məsələdir. Xurdad ayının biri, 1385-ci il Xurdad ayının 1 ilin il dönümüdür. O da bizim üçün önəmli bir məsələdir.
o farsda ətf deyirlər. Tarixi bir ətf gündür. İndi onu bilmirəm ki, Şirazənin dönən yeri. Tarixin dönən yeri. Ha, ətf o cür olacaq. Hətta dönüm yeri. Dönərcə. Paşinyanın bu soyqırım yalanının yalanlaması çox önəmlidir. İranlılar hala onun üstündə dururlar. Bir də kampeyn başlanıb Güney Azərbaycanda. Açıq məhkəmə istənilir. O da cəlib bir məsələdir, bizim öz məsələmizdir. Bir də elə o şeydən ilgili bu siyasi İranın adda prezidentinin ölümü ilə ilgili o Türkiyənin akıncısının ora gəlib onu axtarıb tapması çox önəmlidir. İndi onun dalısıca arxa getdikcə savaş çoxalır. Bir soyuq savaş dönəminə girir orada. Və bir dənə də o Çin məsələsi, zahirən Tayvanı mühasirə edib hər tərəfdən. Ehtimalı budur ki, bir savaş başlansın o bölgədə. O da Asiyada hər halda dedik bizə çox təsiri var. O Çinin güclənməsi sahəsində. Bunlara bir baxaq. Siz istəyirsiniz rəisidən başlayasınız, yoxsa mən başlayayım? Buyurun. Tamam, təşəkkür ederim. Öncə böyüklər. Sağ olun, var olun, lütfünüz var sizin. Ərz edeyim ki, rəisinin ölməyi mən təbrik deyirəm tamam məzlum insanlara. Yüzlər insanı edam eləyiblər, öldürübdür. Rəisi özü öldürübdür, ya hökmü veribdir, öldürüblər. O cümlədən məsələn Ayətullah Müntəzirin bir səsi yayıldı. Orada da bu adam deyir ki, icazə verin oruçluqda bir 200 nəfəri öldürək. Bu 200 nəfəri öldürsək şey olar. O da deyir ki, yox, mən icazə vermirəm, hətta bir nəfəri də icazə vermir. Belə bir cəllad idi. Bunun ölməğindən mən bilmirəm. İnsanlar əlbəttə bu cürdür. Yəni çıxırlar bir növ görsünlər nə var, nə yox. Çox da o təziyə üçün deyil. Mənim yadıma gəlir, Şah gəlmişdi Təbrizə, o Əsədabadi xəstəxanası var Hökməvarda, onu açırdı. Hamı getmişdi. Hamı getmişdi görərlər, o da cipin üstündə gedirdi. Mən yaxından özüm gördüm. Kətdən gəlmişdik, biz taza tuman köynək dəmpəyi ilə getmişdim xiyabana. Onu baxam, görəm. Bimaristandan gələndə mən onu gördüm özüm. Amma məsələn 6 ay sonra Şah getdi. Yəni belə bir durum olur. İnsanlar o istəyirlər görərlər kimdir, nədir, nə cürdür. Bunlar başqa bir şeydir. O birisi də başqa bir şeydir. Hər halda rəisi ölməyi məncə iç təsfiyədir. Ya da ki eşiyə bir pəyam veriblər, vurublar. Amma hər halda ölümdür. İndi bunlar salırlar bir pasların başına. Yəni bu günləri onun mühafizinin birini tutublar, salıblar zindana, bağçılığa. Niyə? Ki ona Tehrandan zəng eləyiblər, telefon eləyiblər, qayıt gəlcidən. O gedibdi Tehrana. Niyə sən qeyitmisən? Tamam, bir dənə mühafizi yoxdur ki, bunun timi mühafizi var. 50-60 nəfərdən ibarətdir. Bunların bir neçəsi də o birisi təyyarada idilər, yəni helikopterlərdə idilər. Niyə onlardan soruşmurlar? Yəni, niyə bir nəfəri istəyirlər müttəhəm görsədələr? İkinci əlaməti sual ki, mənim üçün çox önəmlidir. O da budur ki, necə ki prezident ilə 3 dənə helikopter gedir, biri düşür, bir dəqiqə sonra bilsin. Özü deyir, 30 saniyə sonra bildik. 30 saniyə sonra sən niyə qeytmirsən dalıya? Niyə oturmursan yerə? Niyə məsələn oradan demirsən, orada elə müxtəssisatı coğrafiyanı görür da helikopter. Yoxdur, burada düşübdür. Niyə onu 18-19 saat saxlırlar? Bu çox mühümdür. Məncə, ya ölməmişdilər ki, o düşsəydilər də, ya da ki, sonra öldürdülər. Əslən helikopter oradan saldılar, sonra bunları öldürdülər. Necə ola bilər? Mən o bölgə adamıyıq da, biz Qəradağlıyıq. Ora Qəradağdır. Qəradağın heç kəndinin o birisi kəndin arasında 10 kilometr fasilə yoxdur. Oğuz bəy, heç bir kəndin o birisi kəndindən Qəradağda 10 kilometr arası yoxdur. Yəni mənim kimi bir dənə yavaş gedən, dağa çıxmamış adam istəyə çıxa, Qaradağda da elə bir dağ yoxdur ki, sonra çıxa bilməyəsiniz əsla. Yəni o biraz çətinliyi var, dik dağlar vardı, tamam, onlar dikdilər. Amma
Bu cür deyil, məsələn, mən çıxaram. Mən indi elə bununla belə ki, biraz da qocalmışam, oranı dırmaşıb gedərəm üstə, yəni. E, Bu cür deyil ki, ora çıxmaq olar. Nəhayətdə, məsələn, bir dana kənddən uzaqda düşsə, siz bunu 1 saat yarıma, 2 saata gedib çıxarsınız. Ya, belə çox cəhsən. Necə ki, 18 saat getməyiblər ora, kəndlilər gedər heç olmasa, yəni bunu kəndlilər gedərlər. Nə cür olubdu, burada kəndlilər də getməyiblər. Kəndlilər orada bir şey partlasa eşidərlər. Ondan sonra nə cür olub ordu getməyibdi, sorulardı bunların hamısı. Ordu, əmniyyət qüvvələri gedib oranı dövrələyib almayıblar. Görərlər ki, nə var, nə yoxdur. Adamlar gediblər, motosikletlə gedir, nə bilim, nə ilə gedir. Bunların hamısı qondarma bir şeydir. Ehtimalən qabaqcan gediblər, vurublar, öldürüblər. Hətta şahidləri aradan götürüblər. Bir dana da video var ki, görsədir, bir nəfər oradan qaçır, bir yol. Ehtimalən qabaqcan gediblər, öldürüblər qalanları da. Məsələn, əsli xəbərlərdən budur, Təbrizin İmam Cüməsi telefonu götürübdü, cavab verib, deyib ki, biz düşmüşük bir ağaçlığa. 2 saat sonra cevap veribdi, ya yarım saat sonra cevap veribdi. Yəni diriymişlər. Nədən məsələn getməyiblər, onu oradan götürməyiblər? Məncə burada bir təsfiyə hesab var. Neçə şeyi təsfiyə eləyiblər. Amma bunların hamısı, biri budur ki, Təbrizdə bir ustandar var idi, bir imam cümə var idi, bir ittilaat rəisi var idi. Bunları siliblər. Yəni biraz bunlar türk danışırdılar. Biraz bəzi şeylərdə türklərin yanında durdular. Bunları sildilər. Yəni, mən demirəm ki, bunlar türkçü idilər. Yox, türkçü deyildilər. İrancı idilər. Amma türk dilindən, ana dilindən danışırdılar azdan çoxdan. Bunları sildilər. Ondan sonra ikincisi budur ki, bunlar Amerika ilə, Avropa ilə hər yerindən bir yerə gedirlər. Bir iş, dalda da bir iş gedir. O nədir, onu dəqiq bilə bilmirəm indi. Amma bir iş gedir. Onun üçün onu qurban elərlər. Bunun üçün görürsünüz, İranda heç zat bir-birindən tərpəşmədi. Su yerindən tərpəşmədi. Əsla və əbəda. Bu da bunu görsədir ki, orada bir şey var, bir ciddi müşkül var. İndi arxada nə gedir o arxa planda, o çox ciddi bir məsələdir. Mən fikir edirəm ki, 5 dəqiqəmi danışdım, siz buyurun. Çox təşəkkür. 5 dəqiqə. Yəni, yox, rahat olun, siz nə qədər danışın, məsələ, yəni, öyle də 5 dəqiqə deyil. Siz buyurun, əgər sözünüz varsa, devam. Yox, buyurun, siz buyurun. Mən də o sizin dediyiniz kimi bəzi o listədə olan bəzilərini çağırmağa çalışdım. Hər halda bir daha hər kəsi salamlayıram, saygılarımı sunuram. Biz çox bir şey bilmirik. Hər kəsin, bütün bu bilgiyə ki, internetdə, dünya ağlarında yəni paylaşılır. Hər kəsin ona əli yetişir və hər kəs bir şeylər oxuya bilər. Ancaq bu komplo teorisi çoxdur hər tərəfdə. Komplo teorisi o da budur ki, qaliba hamı olmuş bölgənin uzmanı, hamı helikopter uzmanıdır, hamı havacılıq uzmanı olur. İndi başqa şey də olsa, məsələ bir evdə, bir yerdə olar, məsələ patlasaydı, Beşli il kimi, onda da hamı, məsələn, patlayıcı uzmanı idi. Maalesef elə o bilgidən və düzgünlükdən xəbərsiz bölgədə belə olur. Yəni, açıqlıq yoxdur. Əlbəttə, bu da o bölgəyə aiddir. Bölgədə İslamın bərəkətindən və illə də ki, Şiə Farsın bərəkətindən, Şiə Farsın evlənməyinin, ideolojik olaraq evlənməyinin bərəkətindən heç bir şey, təqribən heç bir şey, yəni eşitdiyiniz doğru deyil. Yəni, birinci ehtimalsız İran devlətinin tərəfindən, bir mollanın tərəfindən, bir axundun tərəfindən eşidəndə, hətta məsələ desək ki, indi gecədir, indi günüzdür. Onda birinci sizin düşüncəniz bu olmalıdır ki, yalan deyir. Çünki bunların düşüncələri, danışıqları, ideolojiləri, tarixdə dedikləri tarix, hekayələrin hamısı təqribən yalandır. Yəni, siz hamısını, siz hər düşüncəni ki, bu molla, o adamın ki, adı molladır, axundudur, ayətullahıdır, kətisəm, ağzından çıxır. Siz onun biraz dibinə geçsəniz, yəni biraz zaman qoysanız. Ərz elədim, bilgiyə hamının əli yetişir daha. Hər kəsin də əli yetişmir, desin biz göndərək. Biraz dibinə gedəndə görürük, bunların ağzından çıxan hər şey
yalandır. Bunların əsla xəmirlərində və mayalarında bunların mayalarını düzəldəndə bunların düşüncələrinin yalanla şey ediblər. Ona görə necə ki Behiştinin ölməyində, necə ki Rəcainin ölməyində, Bahunərin ölməyində, Mütəhərrinin ölməyində, necə ki bunlar yəni birinci də ki İranın zaten sözdə rəis cümhur dedikləri İranın bu rəis o ilkindən çox namübarək və nameymun bir səndəldir. O rəis cümhurluq, cumhurbaşqanlığı səndəli. Çünki siz Bəni Sədri Səttərdən başlayın ki onu işdən atdılar, sürgün getdi qaliba değişik bir qiyafətlə, değişik bir paltarla. Ondan sonra siz onu tutun, ərz elədim Rəcaisindən, Bahunərindən, Rövhanisindən, ne bilim, yəni hamısı ya məmnun şeydilər. Evdə yəni evdə yəni tutuqlu qalırlar. Ya televizyondan məmnudurlar, ya kameradan, ya qovub qaçıblar, ya öldürülüblər. Yəni bunların içindən, bu rəis cümhur olanların, cumhurbaşqanlarının olanların içindən birisi, o da Ayətullah, indi Ayətullah yəni deyir ki, Ayətullah Xamneyi özüdür ki, Cumhurbaşqanı idi, oradan atılmış. Bilirsiniz ki, rəhbərliyə, oranın liderliyinə. O da ki, hamının başını yiyibdir. Hətta mesela görürsünüz ki, Rəfsəncəni də ki, onu şah elədi, onun da başını yedi. O da elə bu taxta oturmuşdu. Ona görə bu taxt böylədir zaten. Yəni çox da şok olmayın, çox da elə o taxtda ki, Cənab-ı Ayətullah rəisi, Sadat rəisi oturmuşdu. Elə çox təhlükəli bir postudur. Və hər zaman ki, Ayətullah Xamneyi istəsə postuları değişdirə. Çünki görərsiniz, mən üzr istəyirəm əgər arkadan səs gəlir. Çünki görərsiniz devlətlər, hakimiyyətlər kabinəni değişdirərlər. Mesela filan vəziri 2 ildən sonra, 3 ildən sonra görsələr ki, bir şey dəyişiklik ola siyasətlərdə şey edərlər. 2-3 dənə vəzir değişdirərlər. Aslında sistem özü biraz qabıq salar bəzi yerlərdə. Amma İran deyilən yerdə sistemin qabıq salması və sistemin o postları dəyişdirməsi böyle olar. Öldürməklə olar. Böyle komplo teorilərlə. Dağda, daşda görürsün biri düşüb ölübdür. Sizin dediyiniz kimi. Bəlli deyil nə oldu. Devlət özü bir şey deyir. Ne bileyim resmi bir şey deyir. Ne bileyim o Ali Haşimin deyirsiniz telefonla. Yani bunların hamısını hər kəs əli yetişə bilər. Ona görə mən lazım deyiləm. Mən yalnız genel olaraq deyirəm ki, Güney Azərbaycandan biz baxanda görürük ki, 2 dənə türk, sözdə türk, yəni türk kökənli, Azərbaycan kökənli, 2 dənə də fars kökənli orada ölmüşlər və öldürülmüşlər, ölmüşlər. Biz də ola bilmirik, heç zaman bilə bilməyəcəyik. Çünki o gücümüz yoxdur. Bilənlər də heç zaman bizlə paylaşmayacaq bunu. Çünki o bilənlərin ki, bu işi görənlərin, ərz elədim, hər şeyi yalanla yoğrulmuş. Bizim bildiğimiz budur ki helikopteri değiştirmişler arada. O garantidir. 214 2 motorludur ona minmişmiş. Hatta elə Azərbaycanda da ona minibdi. Ama yolda ne olmuş? Bunun bu düştüğü helikopter 212'dir. Bel 212'dir. Bir motorlu. Bu çok önemlidir. Bir de Qurtlar kəndinin yanında ölmüş. Demək ki, sonunda Azərbaycan qurdu. Qaliba da ki, bu bədənləri yemişlər, o torbaya qoyduqları, kəfən dediyi torbaya qoyduqları bəlli deyil nədir. Məsələn, ətrafdan oyanmayandan 5-6 dənə sümükdən zətdən tapıb qoyublar, bəlli deyil kimin sümüyüdür və ya nəyin. Hər halda sonu bu cür olur ki, Azərbaycanın qurdu, bozqurdu gəlir, bu işğalçını yiyir. Biz böyle baxırıq məsələyə. Bunların özlərinin də öz içlərində o bir-birini yiyirlər. Hətta bu elə bu siz pilotlara Səfəli bəy baxsanız, bu helikopterin bu pilotlarına, bunlar çünki bilirsiniz ki, İranı və Xamneyinin ətrafını hər yeri bunları sipah qoruyur. Qoruyucular sipahdılar. Və yəni amma bunlar yox. Bunlar Niru Havayının pilotlarıdırlar. İranın hava savunma sisteminin. Yəni bunlar hamısı adam orada görək baxa, bilgiləri bir-birinin yanına qoya, görək bu bilgiləri necə bir-birinin rabitəsi var. Yəni bir komplo teoriləri də bəlli də İsrail vurmuş, o vurmuş, bu eləmiş, o eləmiş. Amma gerçəklərə baxsaq, baxırıq görürük ki,
bunlar molla sistemi, molla idarə sistemi adamın düz üzünə baxar və yalanı tam adam yüzünə deyir. Gözümüzün önündə. Bunlar Türkiyədən yardım istəyiblər, çünki gecə şeyləri var onların, gecəni görmək sistemləri vardı, qaranlığı görmək sistemləri. Onlar gəlmişlər və bulmuşlar. Demişlər, bu buradadır, bu adam düşmüş. Ancaq bunlar sonradan bilirsiniz, ondan bir-iki gündən sonra başlamışlar. Yox, onlar bizə dedilər, biz qəbul elədik, amma onlar da tapmadılar, çıxıra getdilər. Yəni adam gözün üzünə baxaraq yalanlayır. Molla belədir, yəni bu sistem belədir. Hər halda mən təbrik, siz təbriklə yanaşdınız buna. Mən təbrik demirəm. Mən heç kəsin ölməyinə sevinmərəm. Mən heç kəsi ölümü ilə cəzalandırmağa müvafiq deyiləm. Çünki biz baxırıq görürük ki, elə bu cür olur da. Məsələn, indi bu rəisi deyilən adam, ya o yanındakı cahillər, o qatillər, minlər adamın, 10 minlər adamın ölümünə, ailələrin dağılmağına, bədbəxtliyinə, fəlakətinə bais olmuşlar. İndi burada ədalət sistemi nədir? Ədalət nədir bu dünyada? Ədaləti sual altına çəkməliyik ki, bu ədalət mi olur? Yəni o öləndə ədalət mi olur? Mənə görə yox. Amma əgər bir türlü olsaydı ki, Güney Azərbaycan Milli Hərəkəti o vəziyyətdə olsaydı ki, bunları gətirə öz dövlətində, Güney Azərbaycan dövlətində, Azərbaycan dövlətində bunları bir cani kimin, cinayətkar kimin məhkəməyə çəkə, sənədlər gələ, o ailələr ki, dağılıblar 1979-dan bu yana. Və bunlar çoxuna bais. Bunları məhkəməyə çəkilər. Nuremberg kimi bu natsiləri ki, məhkəməyə çəkilər ki, sən niyə mesela bunları qaz çamberlarına göndərdi? Bunlar rəisisi yox, hamısını. Bunları məhkəməyə çəkilər və dünyaya deyirlər ki, bunlar nə ediblər? Anlatırlar ki, nə ediblər? İndi öldü, getdi. Hətta reisiyə də simpati də var çox yerdə. Hətta baxırıq görürük, bəzi məmləkətlər utanc verici olaraq təsliyyət də deyirlər. Tamam, təsliyyət desinlər. Amma məsələ budur ki, bəs ədalət nə olur orada geçən 45 ildə bu qədər cinayətə, bu qədər ailələrin dağılmağına, bu qədər insani cinayətlərə ki, xüsusən rəisi şəxsən onun başında idi. Və öyle birilər də mən ədalətin orada zədələndiyini görürəm, ona üzülürəm ki, ədalət olmalı. Böyle mən çox üzgünəm ki, deyirəm də açıqca, bilirsiniz, mən cümlədiyim bu şeydə, Almandakı məhkəmələr oldu, İsraildə hətta getdilər, adamı tapdılar, gətirdilər Güney Amerikadan məhkəmələr və ya bəzi şeylər, hətta bilirsiniz, Miloseviçi məsələn məhkəməyə çəkdilər bu qətlamdan sonra. Mən bilirəm Miloseviçin məhkəməyə çəkilməsi Şerbenitsada olan qadınlara təcavüzün, müsəlman qadınlara təcavüzün, o qədər qətlamın, yəni 50 min qadına təcavüzün şeyini, yəni ədalət icra olunmaz. Amma ən azından dünya bildi ki, nə oldu. Məsələ, yəni ədalət heç vaxt yerini almır. Ancaq mənə görə arzım budur ki, Güney Azərbaycan bir gün o gücdə ola, Azərbaycan dövləti, yəni bütün Azərbaycan dövləti o gücdə ola ki, bunları international kriminal kimi, uluslararası kriminal kimi elə göydə, hər yerdə yaxalıya gətirə məhkəməyə və bunlar bir-bir, bütün bunlardan şikayət edənlər, bütün onlarınki ailələri, o analar iki uşaqlarının qorxmuşlar qəbrinə getməyinə. Onlar gələn və bunlardan şikayət edən. Və bunlar bir ömür o diri qalarlar və onu çəkərlər və dünya bilər ki, bizim başımıza nələr gəldi 45 ildə. Buyurun, mən hər halda... Sağ olun, təşəkkür edirəm. Məncə ədalətə inanmıram mən. Mən gücə inanıram. Gücün olsa ədaləti istədiği yerinə gətirərsən, gücün olmasa ədalət deyə qalarsan. Mən buna inanmıram. Güclü olacaqsan, ədalət dediğin şeyi icra edəcəksən. Azərbaycan əgər güclü olmasaydı, ədaləti icra edilməzdi. Yəni Qərabağı alınmazdı. Sən güclü olacaqsan, alacaqsan. Bu bir vaqiiyyət. Amma bunun yanında siz buyurduğunuz ədalət məncə zədələnmir. Çünki onu məsələn gətirək deyək ki, sən 40 min nəfəri edamına hökm vermirsən, yəni edam eləmirsən, hökm vermirsən, yəni edam eləmirsən. Özün qərar deyək ki, o birisi adamlar sənin əmrivə görə öldürüblər. Yəni onlar öz başını öldürməyiblər ki, deyək ki, öz başını. Sən əmr vermirsən, öldür, elə bir ki, özün ipi salmırsa boğazına, demirsən, sən çək. Məncə bu şeydir, onun ölməyi ilə bitməz, qutarmaz. O davam tapacaqdır. Biz onu
sembolik olaraq adamı qətli anlarda mühakimə edirlər. Yoxsa siz onu həmişə tarixdə mühakimə olacaqdır. Məsələn deyirəm, məsələn mollaların baxışı ilə Yezid İmam Hüseyni öldürübdü. 1400 ildə onu mühakimə edirlər insanlar. Düz ya qələt. Yəni inanıbdı ki, bu bizə zülm eləyibdi, ya biz inandığımız adama aidiyə zülm eləyibdi, ona 1400 ildə etirazını edir. Biz Pişəvəri dönəmindən qətliam olmuşuq, heç birisi də mühakimə eləməmişik indiyəcən, amma mühakimə olublar. Yəni bizim zehnimizdə, bizim millətimizdə, yazılarımızda, gələn tarixlərimizdə bunlar hamısı mənfurdular. Yəni tarixdə. Ya toprağımızın işğal olması. Mənfur olsunlar. Ədalət yerinə gəlmir ki. Məsələ budur ki, mənfur. Dedim, mən ədalətə inanmıram. Mən o məfhumda ədalətə inanmıram. Güclü olmasaz istədiyinizi yerinə gətirə bilməz. Ədalət də yox. Nə qətiyyətdir. Yəni necə ki biz indi necə ki biz indi əlan məsələn ana dilimizdə belə kitab oxuyamırıq. Da bunun ədaləti yoxdur ki. Ədalət budur ki biz oxumayaq. Güclü olsaq onların gücləri var. Onların gücləri var. Ədaləti icra edir. Deyir, mənim ədalətim budur. Sənin də gücün olar, ədalətini icra edirsən. Mən ona inanmıram, amma bu ki əslən bu da var. Baxın bir onun gözündən baxsaq, yəni rəisinin gözündən baxsaq, ya İrançıların gözündən baxsaq çox böyük iş görüblər. Çünki onların mənfəətinə yəni ədalətdir əslən. O adamları öldürmək ədalətdir. Rejimi saxlayıbdı, rejimin müxaliflərini qətliam edibdi, hakimiyyəti olacaq bir vacibatı yerinə gətirdi. Bilirsiniz? Yəni oradan da baxsaq görərsiniz, onların gözündən baxsaq görərsiniz ki, o cinayət eləməyibdi, o xiyanət, xidmət eləyibdi, faşlılara xidmət eləyibdi. Yəni vaqiqiyyət budur ki, faşların hakimiyyətin davam gətiribdi. Əgər o, məsələn, əvvəl inqilabda bir il fəqət öldürməsəydilər, davam tapsaydı 2 il, 2 ildə mümkündür bizim dövlətimiz quruluydu. Yəni, məsələn, mən özüm onda 13-14 yaşım var idi, 5 dənə mədrəsəni tətil elədim, çəkdim, getdik Amcıq Pərvərişin qabağına, biz etiraz eləyəcəyik, biz ana dil istiyoruz. Məsələn, siz görün ki, əgər bu fəqət 2 il davam tapıydı, bu Əraq savaşını salmaydılar. Biz kamilən dövlətimizi qura bilərdik. Hər halda indi bunların ölməyi ilə belə çox belə əsrarəngiz ölməyi ilə ki, yəni hər kəs hər nə deyə bilər, hər türlü komplo teorisi. 3 dənə post açıq qaldı. Biri Cumhurbaşqanlığı postudur. Biri Xübrəqan Məclisinin, əlbəttə o seçildi, o da oradan. Bir də ki, Xamneyinin öz postu. Bu 3 dənə post görürsünüz ki, dəyişdi. Yəni belə çox yəni mənə görə Xamneyi çox ağıllıca bir iş gördü. İndi Xamneyi özü bunu yəni şəxsi dəsturu olmuş olsa və ya hətta oğlu Müştəba. Yəni bu çox yəni rejimin tərəfindən çox hətta bir də bir sempati də qazandırıblar ki, indi şəhidi xidmətdir filan. Hər halda biz o gerçəyin nə olduğunu bilə bilməyəcəyik, çünki bunlar yalanın ustalarıdırlar. Bu barədə. Soru çoxdur. Yəni bunu gərək deyək ki, soru çoxdur qəziyyənin dövrəsində. Doğruluq yoxdur. Vaxtı güvən yoxdur bu sistemə. Soruda hər kəs yerindən duran olar qarşınas. Biri BBC-də, biri International'da, biri nə bilim Amerika sahəsində, biri hər yerdə. Hər kəs qarşınas olubdur. Hamı da helikopter qarşınas olub yenilikdə. Doğru. Amma bizə görə gerçək budur ki, Güney Azərbaycan tərəfindən görünür ki, həmən adamı ki, bu güya Azərbaycanın işğalçı valisi Mərağalı, biz onu ailə olaraq tanıyırıq. Malik Rəhimi, biz onu, yəni, bütün ailəsini tanıyırıq. Rəhməti. Bəli, rəhməti ailəsini tanıyırıq. Bu, yəni, oradan gətir onu öyle təşhid cənazələ, öyle böyüt, bu da Azərbaycan maliki bu. Yəni, bunları hətmən ki, siz də əliniz yetişir, bunları görübsünüz. Yəni, Azərbaycan maliki idi də bundan da yaxşı xidmətgüzar yox idi, məsul yox idi, Ali Haşimin dədəsi ağlı. Yəni, bunlara sempati qazanmaq Azərbaycanda bunu da görmək lazımdır. İnsaf Əli bəy, əgər mən onun yanında Oğuz bəy, bunu da görməliyik. Biz bu seçkilərdə dəfələrcə cənabuzla ya o birisi şeylərdə ya özümüz tək olanda cənabuz mən və o birisi dostlar deyirik ki, şirkət eləməyin, rəy verməyin, bunlar özləridirlər. Biri də milli fəal adına, Azərbaycançılıq adına daimən təbliğat edirlər. Deyirdik, bunlar pul alırlar, bunlar rejimin adamıdırlar, heç kəs inanmırdı. İndi bu günlər yaxşı bir fürsət veribdir. Baxasınız, görəsiniz, bunlar necə təsliyyət yazırlar. Azərbaycanın maliki, Azərbaycanın malikəşləri, Azərbaycanın... Ona diqqət çəkdim. İstəyirəm deyəm ki, yəni diqqət edəsən...
apardılar bu sözdə boş tabutları quma da sürtdülər. O yana sürtdülər, aparırlar meşədə də. Meşət, qum, Təbriz, Mərağa, yəni burada hamısı aynı zamanda əzadarlıq. Yəni özdə o əzadarlıq 5 gün elan eləyiblər, tətil eləyiblər, pullarını verəcəklər. Onlar gedəcəklər. Onlar o önəm daşımır. O rüşvətdir. Millətə rüşvət verirsən 5 gün. Bu skandalla, bu trajedi ilə, bununla bir daha özlərini diri tuturlar. Mövlana'nın, Cəlaləddin Ruminin bir dənə sözü var, farsça. Deyir ki, Münbələm bər zəxməhə bər mitənəm, Münbələm bi zəxm nasayət tənəm. Münbəlin 2 mənası var. Bir mənası porsuq kimi bir heyvandır. Bu nə qədər dövsün deyir, böyüyər. Yəni bunu dövəndə böyüyər. Bu, yəni Cumhur İslam'da öyle bir sistemdir. Nə qədər bunu vursan, özləri də deyirlər. Mara hər çəqət bekoşitma, millətimə bidartərmiş və Xümeyni'nin məşhur sözüdür. Bilirsiniz də bunun sözü. Bekoşit mara. Okay. Yəni nə qədər faciə çoxalsa, ondan şey alırlar. Enerjilərini böyle şeylerden alırlar. Milletin rahatlığından, xoşluğundan, rifahından yok ki. Öyle böyle ağlamaqla, başa çalmaqla, birinin ölməklə, ya bunlarla onu istedim diye. Yani onun yerində də özləri öldürürlər. Bilirik İmam Rıza'nın hərəmində, Şah Çıraqda filanda adam özləri öldürürlər ki, o fəzanı yaradalar da, fəza çıxmasın. Olmasa öz uçaqlarını ki, günahsız, yani heç bir taksirsiz adamlar fəqət istəyir bir yerdən bir yerə gedə onu vurur. Yox, o şeydir, yəni ikinci gün şahid vururlar. O cürdür, yəni bu çox bir cinayətkar rejimdir. Bunda əslən söz yoxdur. Yəni bunlar, amma mənim o dediyim bu qismət idi ki, Azərbaycan adına çalışanlar var, Oğuz bəy, hər zaman. İstəyirsiniz bir hərəkəti ciddi gedəsiniz, Azərbaycana zərər elədi. Biz Farsların yanında duracağıq. Nə oldu? Bu İranlıdır, bu Kürddür falan. Qoymurlar biz bu rejimi yıxmağa. İndi ən önəmli zamandır ki, biz ki deyirik, bunlar dövlət adamıdırlar, bunlar satmışlar, bunlar agahicidirlər, bunlar İrancıdırlar, bunlar Farsçıdırlar. İndi kafidir bunların səfərlərinə baxasınız, hamısı təsliyyət edirlər, hamısı Cumhur İslamının yanında duraq, ateymalıqdan, əhcidən, şəhid. Şəhid deyirlər bunlara. Əcib belə bir şeydir. Hangi savaşda bunlar, hangi vətən yolunda, hangi şey yolunda öldülər. Terror da oldu, getdi. Amma bunlar, istəyirlər gəlir ki, biz bu adamları görməliyik. Bizim özümüzün hərəkətimizə mənsub olan. Güney Azərbaycanda o İrançılıq, yəni biz İrana bağlıyıq və İranın adamlarına, bu işğalçının adamlarına görə əza tutacaq, ağlıyor başımızda çalaq filan, onu təhyic etdilər, həyəcanlandırır. Tağıl. Yaşa. Onları tanımalıyıq. Bunlar o şey ki biz deyirik, münafiq, xain deyirik, bunlardılar. Yəni millətimiz gərək görələr ki, indi bu saytların adlarını yazmaqla, əkslərini saxlamaqla görələr xainlər kimdir. Deyərlər, tamam, bunu idarə edənlər kimdirlər. Onları xain listəsinə qoyub saxlamalıdırlar. Yəni bunları həsb eləməlidir. Sempati qazanmaq ilə, məsələ birinin anasını göstərməklə, birinin bu Ali Haşimin babasını göstərir. Ora bizə rəbti yoxdur ki, düşmənin nəyin görsədir, düşməndir də. Yəni Təbriz arz eləyirəm ki, aynı ağlayırla bu Farsça, hər şeydə Farsçadır. Siz hər yerdə Farsça yazsalar, oradan biləcəksiniz ki, bu İran itilatının tərəf filtrindən keçibdir. Hər halükarda biz böyle baxırıq. Ona sempati qazanmaq ki, bu dədədir. Təbii insandır da, ölübdür onun oğlu. Mənə görə trajedidir o ailəyə. Ancaq biraz önce dedim, yani heç kəsin ölməyindən sevinmirik. Mesela yani biz öyle bir xəstə beynimiz yoxdur ki. Məsələ budur ki, bununla Güney Azərbaycanda özlərinə sempati qazanırlar. Yani bu İran'a xadimdir. İran işğalçı sisteminə xaindir. Heç kəs demir, bizim bu sözümüzü demir, o sizin dedikləriniz, bu söz demirlər ki, çaşca ölməyəydilər. Çaşca bizim milli hərəkətimiz güclü olaydı və bunları məhkəməyə çəkiləydilər. Və məhkəmədə, yani zindanda qalaydılar. Hətta onda da yani bizdə edam yox, bilirsiniz. Mesela Azərbaycan dünyanın birinci məmləkətlərindən Türkiyə edamı götürmüş. Biz ölümünə razı deyilik. Ancaq ərz eləyirəm, görürsünüz, hətta gedirlər rəisinin doğduğu anasını filanı göstərirlər Məşədindən arasında. Çox
sadə bir yaşam göstərirlər. Bunlar hamısı, biz bunlar danışırıq ha, biz burada 10 nəfər, 20 nəfər, 50 nəfər baxacaqdır, 100 nəfər baxacaq axırı. Onları 100 minlər baxırlar, bunlar, milyonlar baxırlar ki, rəisinin anasının yaşadığı yeri göstərir. Çox fəqiranə bir yer, çox sadə bir yer yaşayır. Yəni, görün, böyle bir Əgər gör adamlar nə qədər əhmək olarlar, inanarlar. Yəni, məsələn... Ahmaq sözünü mən işlətmirəm, amma gerçəkdə adamlar belədir, insanlar, millət belədir. Sonra bu Malik rəhmətinin evini, ailəsini, bu Ali Haşimin, özür istəyirəm. Yəni, bunlar hamısı, istəyir ki, bunlar sizindirlər. Bunlar, Azərbaycan saytlarında baxsanız, bunlar sizindir, bunlar bizimdir, yəni, bunlar bizə aiddir. Aiddir. O halda ki, bizim deyirlər, onlar düşmənin cibhəsindədirlər, düşmən üçün savaşırlar. Biz fəqət bunu bilməliyik, bunun üstündə getməliyik, bunu da ayırt etməliyik. Onun üçün mən bu konunu sağ olun gətirdiniz. İstədim fəqət mən dostlara deyəm ki, düşmənlərimizi, içimizdə olan düşməndən pisləri tapmalısınız. İndi çox gözəl bir vəziyyətdir ki, biz düşməndən pis, düşməni biz tanırıq. Cənabınız neçə dəfə buyurmuşsunuz bunu. Düşman deyirlər bunlar. Yani bunlar koymurlar biz düşmanı görək, düşmanla girək şeyə. İndi savaşa, barışa, hər neyə. Ortada durmuşlar, bizim dilimizdən danışırlar, bizə bənzəyirlər və bizdən də çox da ağıllıdırlar, vaxtları da var. Hər iş görməyə, çünki ittilatın tərəfindən şey olurlar, İran işğalçı ittilatının tərəfindən. Ona görə onlar da başarırlar, orada bilgi bombardıman ediblər. Doğrudur. Arz edirəm, o qədər bilgi bombardımanı var ki, simpati duyurlar ki, ay gətirin bunu, böyle gətirirlər, salavatının, təşrifatının, ay bu ölübdür. Ha, tamam, ölüb. O ailədə bir trajedi var, amma bu, yəni bu Azərbaycanın, İran işğal sisteminin şeyidir, simgəsidir bu burada. Bu süpürgəsi də öylədir, süpürgəçisi də öylədir, valisi də öylədir, ne bilim, imam cüməsi də. Sərt şey etməyə, mən yəni istəmirəm əslən bunlar danışır. Orada bir proje var, sərt. İmam cümənin nə işi var orada? Türkçüsmüş orada. İran işğal sisteminin nümayəndələri imam cüməsidir, ne bilim, valisidir, üstandarıdır, hamısı. Yəni, bunlar bizim uşaqlarımızı manqutlaşdırmışlar və onları bizə üstandar kimin, vali kimin, molla kimin sırıtlayırlar. Buyurun, mən istəmirəm. Doğrudur. Xeyr, yetərlidir. Məncə də elə bu qədər görər. Mənə bu şeyin, bu hadisənin ən önəmli tərəfi budur ki, Güney Azərbaycanın içində bir ələk-qərbili olacaqdır. Yəni, götürəcək, indi bu səfələrə, weblərə baxanda, məcazi dünya baxanda görəcək Azərbaycancı kimdir doğru, İrancı kimdir doğru. Onlar orada bilinəcəkdir. Adlarla, ay mən türkçiyəmlə olmaz, mən Azərbaycancıyəmlə olmaz. O bizə ən böyük qazanc burada olacaq, Oğuz bəy. Mən hətta özüm bunu düşünürdüm ki, bəlkə bunların hamısının o səfərlərindən əksi götürüm özüm, saxlayayım. Sabahları deyim ki, bir dənə adam bərnamə qoysun. Desin ki, baxın, bunlar pan-İranistlər, bunlar İrancıdırlar, bunlar ziddi türkdülər. Yəni, bir dənə İrançının onlara təsliyyət deməsində sakınca yoxdur. Çünki siz dediniz ya, onlar hətta qətlam eləyəndə millətin uşaqlarını, onu ədalət kimin şey edir. Ona görə bir dənə İrançının, bir dənə İran-Fars işğal sisteminin yanında duranı, o, təsliyyət desin. Amma da sonra gəlib, yəni bizim yanımızda... Bizim adımıza, bizim millətimizin adına... Şey deməsin ki, həm də Azərbaycan tərəfindəyim, öyle deyil. Aynən bu xadim idi. Aynən bu çox da bu öbürlərinə bənzəməz. Mən bunların hamısını oxumuşam ki, nələr yazılıb. Yəni, məsələ bu deyil, onları mən burada bir də cəvşiyəm və təkrar edəyəm. Məsələ budur ki, hər kəsin, hər nəyə ki, əli yetişir, bizim də yetişir. Və biraz da çox yetişir. Çünki bizim metodlarımız daha da yaxşıdır. Ancaq məsələ budur ki, Güney Azərbaycanda daha çox simpati qazanırlar bu adamlara. Yəni, bu İran sistemi bunu da işlədir. Bundan da su-istifadə edir. Bunu da kullanır. Onu demək istədim. Oğuz bəy, indi burada bir dənə də məsələ ortaya gəlir. O da Xordad ayının biri ilə bir zaman olduğu. Yəni, bu o zamana düşdü. Bu adamlar, bunlar ki, İrana indi təsliyyət deyirlər, Farslara təsliyyət deyirlər.
bunlar xurda dayı məsələsini danışmırlar. Yazmırlar, göstərmirlər. Bu O məsələdə bizim bu onun adamlarımız şeydir de. ölübdür. Siz buyurun aslında bir hurdadı danışın da. Bəli, Danıştım. onu danışırıq da, onu Danışdınız. danışırıq. Bəli. Bir hurdat Azərbaycanın qiyam günüdür. Azərbaycanın baş qaldırı günüdür. Və o gündədir ki, bunların sedabı siması yandırılıbdır. O gündədir ki, Azərbaycan bayraqları hər yer. O gündədir ki, biz şəhidlər vermişik. Çox şəhidlər vermişik. Minlər tutulub, bizdən tutulub, dövülüb, təhqir olunubdur. Ailələr əsir olunubdur. Amma bir tərəfdən də Azərbaycan baş qaldırıb və hər yer, hətta Türkiyənin qəzetləri mecbur oldular bəziləri yazılar. Və dünyada bəlli oldu ki, burada. Və çox İrançı qruplar da istədilər onu, yəni bu İran dövlətinə bir şeydir. Yox, bu rəsmən Azərbaycan söyləmi üzərineydi bir xurdat. Azərbaycan quftumanı orada var idi, İran quftumanı yox. Yəni rejim change filan deyildi ki, biz siz istəmirik, siz buyurun təşviqlərini ayrısıcağız. Əsla söhbət deyildi. O günlərin yazılarına, şuarlarına, bütün hər şeyinə, həvaşisinə baxsanız, bir xurdat Azərbaycan baş qaldırı günüdür. Güney Azərbaycan Milli Hərəkətində o sizin də dediyiniz kimi dönüm nöqtəsidir, ətf nöqtəsidir. O gün bir addım biz önə düşmüşük. O gün daha da çox adamlar görmüşlər ki, bu rejim həmən pasları ki, siz onu bəzən fikir eləyəsiniz ki, gedib 2 dənə Kürd öldürmüş və ya Kürd onu öldürmüş, bu şəhid olmuş, siz ona şəhid deyirsiniz. Həmən adam ki, elə işidir onun məcbur İran tərəfindən göndərilmiş, bu işi görsün, o işi görsün, ona deyirsiniz xadimdir, bu yaxçıdır. Həmən sizi öldürəcəkdir. Çünki o İranı təmsil edir orada və bu bir xurdat bunu göstərdi. Bir xurdat göstərdi ki, Azərbaycan söyləmi ayrıdır, İran söyləmi ayrıdır. Türk söyləmi ayrıdır, Fars söyləmi ayrıdır. Bunun o gətirib bunların bu şamurtubazlığı ki, özlərindən bir qurban kəsdilər. Yəni öz rəis cümhurlarını, dışişləri bakanlarını orada verdilər Güdaza. Onun gəlib o günə düşməsi, yəni Azərbaycanda sakit, bax. Bir xurdatdan xəbər yox. Bir xurdat, yəni hamı gərək töküləydi xiyabanlara, təşkilatlar içəridən, eşikdən hamı töküləydi ki, bəs siz bu gündə bizim adamlarımızı xiyabanda qana çəkmişsiniz, şəhid eləmişsiniz. Yox, budur, yəni böyle bir suspenddə saxlamaq Səfəli bəy. Yəni xəbəri böyle yavaş-yavaş demə, biri bunu demə, biri onu 16 saat çəkmək ki, bəlli olsun bu tapılsın, çoban orada bilir ki, bu harda düşmüş. Yəni çoban oradan geçən çox. Bunlar hamı sonra biliyor, yəni məsələ uzatmaq, məsələni çox tərifli eləmək. Bir şeyin barəsində çox zənn-ü güman olsa, yəni o şey heç kəs də inanmaz, heç bir şey, elə qarışıq qalar, hər kəs bir şey deyər. Yəni bunlar bunun ustasıdırlar. Mollalar zaten bunun dərsini oxuyurlar, necə insanın beyninin 30 dənə tərif verələr bir şeyə, onu tərif də olmaz. Bu nəcür o, halbuki bəlli bir şeydir, sətlaytlarını bəllidir. Bu nəcür olmuş, necə düşmüş, sizin dediyiniz üçün bəlli bir şeydir yəni. Hər halda mekaniki, fiziki bir şeydir da. Qeyri-fiziki, metafiziki o biri dünyalarda deyil ki, bu da buradadır, orada bir helikopter gəlmir, o günü bəllidir. Mən sizinlə indi burada telefonda danışıram, dünyada hamı, indi hər kəs bu itilatı sistemlər, bu məmləkətin onun üçün bilə-bilirlər ki, mən burada oturmuşam. Telefonu söndürsən də bəllidir. Yəni, bunlar, amma milləti gətirib böyle əsir eləmə, suspenddə saxlamaq. Suspend yəni şeydə, zənn-ü gümanda hər zaman. Bu oldu, hamı da şeydir, komple teorisinin ustasıdır. Bunu belə bundan vurmuşlar, onu leyzerlə. Yox ya, bunu açıqca bəllidir. Yəni, böyle də bir salaqlıq, axmaqlıq olarmı ki, sən gətirəsən mehin içində, helikopter değişdirəsən, arızalı helikopter, ərz elədim helikopter değişmiş, bu %100 bu. Ondan sonra gətirəsən, oradan geçəsən. Sənin təşrifatın hardadır, sənin sistemin hardadır, heç. Sənin telefonun, sənin uzay nədir, satelit telefonlar, heç bir şey. Bu adamı qurban vermişlər bədbəxtdir. Külbaşı. Nəzərinizə sizin dönaq bir xurdadı. Cənabınızın nəzərinə bu biri xurdadı əcəba soru, fəqət bu soru həddində. Əcəba o biri xurdad bunlar görələr ki, Azərbaycanda bir cərəyanlar ola bilər. Millət xiyabanlara tökülə bilər. Eləyə bilərlər onu, yox, eləyə bilərlər ki, onları öldürələr bu qəziyyənin yatırtmaq üçün ki, Azərbaycan birdən... Mən o qədər inanmıyorum. Bu da komplo teorisidir. Yəni, bu da komplo. Amma yəni, bunları biz bilə bilmərik.
mən ərz elədim, mollaların ağzını Təhlildir də, abi, təhlildir. Bilmək, təhlildir. bilmək bir şeydir. Şahidlərə əl qoyuruq, şəvahidin üzü ilə deyirik belə ola Deyə bilər. bilərik. Biz bilgiləri bir-birinə yapışdıra bilərik. Amma məsələ budur ki, biz kiminlə uğraşırıq? Bir qrupla bu Əcamir Oğbaşçı İrana hökumət eləyir və Azərbaycanı işğal edibdir. Yəni o işğalın üstündə oturubdur Məhəmməd Şahdan bu yana. Bunların ağzını açanda yalan danışır. Yəni bunların ağzından danışan bütün hekayələr ki, dindən, məzhəbdən, şiizmdən, imamlardan, peyğəmbər hamısı yalan. Yalan. Biraz Yalan, herkes yalan. dibine geçsə, bunlar avham-ı xiyalatlar. Hər halda mənə görə təşkilatlara, Cüneyd Azərbaycan təşkilatlarına yazıqlar olsun. Mənə görə millətimizin unutqanlığına, onlar ki, bütün ailələrə, qomşulara, hamıya ki, bu bir xurdadı görmüşlər. Hamımıza yazıqlar olsun ki, biz nə qədər tez, nə qədər qısa hafizə ilə tez düşürük bunu da alacaq. Ay bunu öldürdülər, ay orada qarşı. Yəni o İran rejimi bizi necə dolandırır, böyle susuz aparır, susuz gətirir. Onun tuzağına tez düşürük. Təşkilatların da gücü azdır. Yəni aynı hekayə deyəcəyim. O da budur ki, təşkilatlar güclənməlidir. Təşkilatlar milli günlərimizi mütləq orada başqaldır. İlladır ki, başqaldırı gününü elan etməlidirlər. Hamını yığmalıdırlar. Hər halda güc qazanmalıdırlar. Başqa yolumuz yoxdur. Buyurun. Bu biri xordad bizim başlanğıc da olmasa amma çox önəmli bir gün idi Oğuz bəy. Mən o zamanda taza gəlmişdim Türkiyəyə. Türkiyədə idim, amma bunun məsələsinin üstündə çalışırdım. Hər gün bu haqda xəbər verirdim. Mən özüm orada direkt onu yaşamadım. Yəni o çox vaxt adam hadisənin içində olur, yaşır. Ondan xatirəsi olur. Təəssüflə mənim xatirəm qulaqlarımla, gördüyüm, oxuduqlarımdan oldu. Amma çox önəmli idi. Çox önəmli bir hərəkət idi. Bu bizim hərəkətimizdir. Bizim millətin hərəkəti idi. Bizim millətin özünə gəlib, özünə xatir xiyabana çıxıb, özünə xatir ölü veribdi, özünə xatir savaş günü idi. Bu bizim tariximizdə çox qalarğı bir qalmalıdır. Yəni biz bunu hər nə cürdə saxlamalıyıq, bunu mübarizə sisteminə çöndərməliyik. Hətta yəni bəlkə bu bizim bir böyük unudulmaz tariximiz olacaqdır. Mənə belə gəlir ki, çox bu qəziyyə bais oldu ki, bu ölülər səbəb oldu bizim bu hamımız bir xurdadı təqribən unutduq. Cənabınız da buyurdu, təşkilatlarda, adamlarda hamı getdi qaldı onun içində. Yəni bir dənə bunlar bir cərəyin yaratdılar. Dalğanı o yaradır da. Bəli. Onun əlindədir, dalğanı o yaradır. Biz xordadda calib budur ki, ibtikarı bizdeydi. O biri xordad, ibtikar bizdeydi. Biz yaratmışdıq. Rejim dolanırdı, neynəsin. Amma burada bunlar yaratdılar və biz düşdük onun içinə. O girdaba, o dalğanın içinə düşdük. Əksüləmələr düşdük. Əksüləmə göstərdik və özümüzü unutduq. Özümüzün əsli məsələmizi, şəhidlərimizi, tutulanlarımızı unutduq. Bu çox önəmli məsələdir. Mən dedim, yenə də hətta bunu da millət götürəndə, indi mən bir dənə təhqiq eləmişdim bir zaman, Oğuz bəy, o yazıcı olsa cənabınızla getdik, biz Sazman Millənin nümayəndəsini gördük Downtown'da, Torontoda. Orada mən təhqiq eləmişdim. Radyoların xəbərləri ki yayıblar, bu farsı radyolar. Məsələn, onda Nəsrin Məhəmmədi haqqında xəbər yaymışdılar. Bir də bizim Nəsrin Sütudə. Nərgis Məhəmmədi idi, Nəsrin Sütudə. Fikrim Nərgis Məhəmmədi və sonunda onun haqqında xəbər yazmışlar. Və onların haqqında xəbər, müsahibə, təhlil, guzariş, bunları ki yaymışlar, onları hesaplamışdım. Bir də bizim o zaman çoxlu adamımız tutulmuşdu. Aynı gündə bizim neçə yüz nəfər adamlarımız tutulmuşdu, onların xəbərlərini yazmışdım. Onda görsədirdim ki, məsələn, 300 dəfə, ya çox, yadımda deyildi, çünki fikrim 7-8 ilin sözüdür. Onların xəbərini yazmışdı, o xanımın tutulma xəbərini yazmışlar, təhlilləmiş, əksini salmışlar. Siz onu çıxartmışdınız ki, neçə dəfə, Bəli, yadıma gəlir. bizim Güney Azərbaycanlıların kollə bir belə adam ki tutulmuşdu, yüzlər nəfər tutulmuşdu, bilmirəm, yadımda deyirəm, amar yadımda deyil. Onu məsələn 16 dəfə xəbəri gəlmişdi kollə. Bunu sizin çalışdığınız yadımda gəlir. İndi də eyni odur. İndi məsələn bizim Azərbaycanda Güney Azərbaycanda çox insanlarımız tutulublar. Keçən
3 ayda. Elə keçən həftə, elə bu həftə tutulub. Bəli, Elə bax bu həftə. dünən, bugünü Yəni bilmirəm, amma həftə dünənlər yoxdur ki, tutulanlarımız bizdən var. tutulmuyor. 4 nəfər mənim bildiyimə görə, yəni o hələ bir gündə elə bu həftədə edam olubdu. Bəli, Urmiyədə. Yəni siz baxın cinayətə bu dünyada, yəni o bölgədə, yəni Azərbaycan 1918-dən, Türkiyə 1930 neçələrdən baxarım. Edam. Bu gətirir orada adamı edam eləyir. Özü Əfqanistandan uyuşturucuyu gətirdirir, öz adamları, sipahı, gətirir Avropaya, yəni o Ermənistanda. İranın içinə, yəni o bizim torpaqlara. Yəni o qədər hekayə uzundur ki, yəni, çox adam çünki biz əsla komplet teorisi falan danışmırıq. Biz öyle zənn-i gümanla danışmırıq. Bunlar Zəngəzur şey var ya, koridoru. Bəli. Onu elə bu koridor üçün, yəni İranın oradan uyuşturucu Avropaya üçün Türkiyədən yaxalanır. Siz baxın görün geçən həftə, geçən ay, geçən il neçə ton Türkiyənin sınırında Məbəd müxəddər tutulubdu. Azərbaycanda da tutulubdu. Bəli, Azərbaycanda. Azərbaycan Cümhuriyyəti geçən bir ayda, bir həftədə, geçən nə bilim bir ildə neçə ton gənə də uyuşturucu yaxalayıbdı. Bunlar Qarabağ işğal olanda ermənilərin tərəfindən 30 ildə oradan rahat gətirir də göndərir. Və bunların ən çox əsəbaniyyəti və siz fikr eləməyin balaca bir məsələdir dünyada uyuşturucu koridorları. Yəni milyardlar içində pul var. Silah satmaqdan sonra mənə görə ikincidir pul çıxartmaqda. Yəni neftdən ötədə siz lütfən araşdırın, baxın, neftdən çox dünyada gəlir uyuşturucudan. Yəni o Zəngəzur şeyindən orada Rus ordusu gəlir, onun garantisi olur Zəngəzur koridorunu. 5 kilometr bu tarafı, 5 kilometr o tarafı böyle bir garanti olur ve o koridor şey olur ve Ermenistan'a da pul ödenir filan. Çünkü onun torpağından geçir ve o Ermenistan'a da yaxşıdır, Azerbaycan'a da yaxşıdır, Avrupa'ya da yaxşıdır. Ama o öyle olsa İran'ın bütünlükle şeyi kapanır insafali var. Lütfen haritaya. Transporu. Bəli. İran'ın uyuşturucu koridoru kapanır. Orada gətirib İrana milyonlar ton geçen ne bileyim illerde şey töküblər. Her türlü adlarını, değişik adlarını sonra Avrupa'ya, yani doğudan batıya ve milleti bədbəxt edib. Sonra da birinden de bir şey tutulanda ki özlərinin sistemi içinde değil, edam eləyirlər. Biri ki siyasi de bilirlər ki çok şeydir, mesela təhlükəli. Onu hatta o ittihama da edam eləyirlər. İstədiyi adamlar. Biz buna qarşıyıq. Yani buyurun. Üz istəyirəm. Bu bizim adamlarımız geçen 3 ayda bir çoxlu adamlar tutulublar. Həbsdədirlər. İttihamları da bəlli deyil. Əlbəttə biz İran dövlətini rəsmiyyətə tanımırıq. Qanunların rəsmiyyətə tanımırıq. Mən özümü də deyirəm. Amma bizim adamlarımız tutulubdur. Yəni işğalda olan torpaqlarımızda, bizim torpağımız, vətənimizdə işğalçı gəlir hər bəhanə ilə bizim adamlarımızı tutur aparır zindana, salır, vurur, şikəncə edir, döyür, ailələrin girogan tutur. Ailələrin girogan tutur. Xanımların, bacıların, qızların, uşaqları ilə təhdid edilir ki, mən sənin uşağını gətirirəm, burada filan olar. Bu cür təhdid edirlər bizim insanlarımızı. Bu insanların da çarələri yoxdur. Ərz edirəm. Bunlar şey olurlar, yəni bizim insanlarımızı təhqir edirlər. Haqların ki ərədən aparırlar. Amma bu təhqir edirlər, tohin edirlər, uşaqların, xanımların girogan tuturlar, nənələrin, bacıların girogan tuturlar. Bu mütəəssifانه orada olur. Biri də məhbus, həbsdə olan, zindanda olan insanlar elan ediblər ki, aclıq aparacaqlar. O bir tərəfdəndir. Bu birisi tərəfdən biri dəsti deyir ki, bizi ələni mühakimə eləyir. Bizim indi bəzi dostlar deyir ki, işğalçılardan gələ istəməyəsiniz bizi mühakimə eləyir. Amma mənim nəzərimcə o bir mübarizədir işğalçı ilə. İşğalçıya deyirsən ki... Biz öz yolumuzdan gedirik. Bizim yolumuz bağımsızlıq və özgürlükdür. Ancaq biz heç kimsəyə demirik ki, siz bu işi görün, bu işi görmün. Onlar da deyə bilməzlər. Kimsə kimsəyə deyə bilməz necə mübarizə eləyir. O mübarizə formatlıdır məncə. Hər kəs öz qənaətində. Onlar deyirlər ki, məsələn, məni gizlində gətirirsən, orada mənim özümü gizlində eləyiblər məhkum. Sən gətirirsən gizlində, dövürsən, sövürsən, sonra deyirsən ki, bu da bunu dedi, bu imzağı da açılan, sonra yəni onu bədbəxt eləyirsən, ondan təahhütlər alırsan. Deyir, gətir şey elə də,
Kameranın açıq qabağında, deyil. xəbərnigarların gözünün qabağında, millətin gözünün qabağında məni mühakimə elə. Ya, Millət görsün mənə nə ittiham vurursan. düzdür. Millət görsün mən nə deyirəm, sən nə deyirsən. Millət qəzavət eləsin. Çünki sənin qəzavətini mən qəbul eləmirəm. Baxın, bunun mənası budur. Rejim, mən sənin qəzavətin, Ya, sənin məhkəməvi, qəbul sənin eləmirik. Ancaq onların fəaliyyəti də mənə görə eləsinlər. Mən demirəm ki, eləməsinlər. Yəni bir şey olmayacaq, Yox. bir sonuç verməyəcək. İstəyirəm deyəm ki, bu da bizim Güney Azərbaycanda bir hərəkətdir başlanıb keçən həftədən. 2 həftədir başlanıbdır. Bu çox ciddi, mühüm məsələdir. Bizim insanlarımız Oğuz bəy, bir dana indi bu neçinci hərəkətdir ki, bizim insanlarımız nəkərəlikdən çıxıbdır. Yəni qabaqdan bizim insanlarımız bir şümarı ilə, bir adla, bir yanlış əks ilə gəlirdilər ki, öz əksləri deyir, öz adları deyir. İndi gəlir kameranın qabağına, kot şalvarın geyibdir, qışa gəlir ora, mənim adım budur, filan yerdə otururam, mən bu məsələni məhkum edirəm. Bizim insanlarımızı sərbəst mühakimə edin. Azad, gətirin bir dadgahda, əgər dadgahınız varsa, biz sizi qəbul eləmirik. Əslində sözün mənası budur. Biz sizi qəbul eləmirik, sizə etimadımız yoxdur, siz işğalçısınız. Bizi dünya gözünün qabağında gəlin mühakimə eləyin əgər cürətiniz var. Əgər cürətiniz var, əgər özünüzü haqlı bilirsiniz, əgər ittihamlarınızı doğru bilirsiniz, əgər işlərinizi, məncə böyük mübarizə başlanıbdır. Bu mübarizəni mən də buradan dəstəkləyirəm. Elə orada ən böyük mübarizə də odur ki, elə o məhkəmə türkcə olsun. Əgər onlar farsça şeylərlə, bunlar gəlir tərcüman gətirirlər. Bəli, bəli. Düzü budur. Yəni bunlar ədalətlisi də budur. Amma onlardan, yəni deyirəm mən yenə də düşərəm o tuzağa ki, onlar bizi yargılasınlar. Halbuki olan bu haqqı yoxdur. Ancaq yoxları da, amma hər halda onlar bizi öldürürlər də. Onlar bizi öldürürlər də, işğal da eləyiblər. Biz onun qabağında mübarizə formalarını seçirik. Mübarizədən biri budur. Mən bunun burada iki şey var Oğuz bəy. Bu məsələni buna görə. Bir tərəf budur ki, bizim məhbuslarımız var. O məhbuslar, o zindanilər bir şey istəyirlər. Bir tərəfi də budur ki, bizim insanlarımız ki, zindanda deyirlər, böyük zindandadılar, işğal zindanındadılar. Bunlar da deyirlər ki, ağa, biz o zindani yox. Bizi mühakimə edirsiniz, bizim adamlarımızı ələni mühakimə eləyin. Bəlli olsun ki, qanun nədir, ittiham nədir. Öz qanununuzla laqal bəlli olsun siz nə üstündə, əgər cəsarətiniz var. Məncə millətimiz dahi o dostlardan biri var idi, Allah rəhmət eləsin, deyirdi ki, mübarizə meydanı. Məncə bizim millətimiz əmələn indi o sahəni dəyişdiribdir, kollən girir ora ki, mən adımla, şöhrətimlə, əksimlə, doğru əksimlə çıxıram, səni rədd edirəm, bu mənim istəyimdir, bundan da ötürü məni mühakimə edirsən, apar mühakimə elə. Çox gözəl, yəni çox ciddi bir məsələ gedir. Mən də buradan İnsaf Əli Hidayət olaraq dostlarımızın istəklərini təyid edirəm. Azərbaycan işğal olmuş bir yerdir. Biz bu işğal dövlətin rəsmiyyəti tanımırıq, qanunların rəsmiyyəti tanımırıq, ittihamların, cürmlərin, hökmlərin qəbul eləmirik. Amma indi ki özlərin bunları haqq bilirlər, hər nə bilirlər, laqal gəlsinlər televizyon qabağında, radio televizyon qabağında, millətin gözünün qabağında, vəkillərin huzurunda bizim adamlarımızı mühakimə eləsinlər, görək ki, hangi qanun üzərinə, hangi dəlil üzərinə bizim insanlarımızı mühakimə edirlər. Eyni halda bizim də mühakimə haqqımız olur bu vəsilə. Sağ olun, təşəkkür edirəm. Bu da mənim saatlı danışırıq. Bəli. Və mənə görə elə yaxşı oldu, kompakt danışdıq. Bəzi yoldaşlardan ki, istəyirlər otağa qatılsınlar. İstəyirsə bu şeyi də danışaq sonra o Çin məsələsi, Çin ilə Tayvan. Deyirəm ki, bəzi yoldaşlar istəyirlər otağa qatılsınlar və mən tanıyıram onları. Buyurun. Amma qatıla bilmədilər. Yox, özlə bilirlər də Qaradağ səsi. Ondan sonra biri müzik türkü lütfən gətirin üstə. Müzik türk o nədir? Müzik türkü tanımırıq əslində. Çünki adı bəlli deyil. Yox, yəni şeydən gəlir. Tanış olaraq oradan. Yəni ona görə otağımızın monitoru var. Tamam. Biz o dəfədən sonra otağımızın yöneticisi vardı İnsaf Əli. Tamam. Gördünüz ki, məsələn, indi müzik türkü. Mən müzik türkü ilk olaraq şey eləyirəm. Amma ora qaranlıqdır. Hətmən ki, öyle tərcih verirlər.
Buyurun, selamlaşın. Aziz yoldaşı katılmışsınız programa. Mesela indi mən bir səs eşitmirəm. Buyurun, aziz yoldaş katılmışsınız Güney Azərbaycandan Baxış programının 101. bölümünə. Eğer danışmasanız biz sizi mecburuq ki danışıqdan alaq orada otaqdan. Siz İnsaf Ali bəy bundan sonra orada yazmış ki oldu. Katılabilirler. Yoldaş, aziz yoldaş sizin səsiniz gəlmir. Müzik, türkü. Belki mən yanlış adam almışam. Hətta. Öğrenmeye çalışıram da. Ben bunu her zaman öğrenmeyeceğim. Siz bilirsiniz. Sizin aslında televizyon background'ından gəlirik. Ona görə bunlar gençler için de. Bəli. Biz daha neyi danışacağıq? Çin ve Tayvan meselesi bence o da ciddidir. Buyurun. Siz buyurun. Siz buyurun. Ben Çin-Tayvan meselesine ciddi şeyim yoktu, malumatım yoktu. Yox, əslində mənə görə oldu. Mənə görə var sizdə elə geçən yani illərdə yadıma gəlir ki, sizdə illardakı Türk milləti işğalda olan Doğu Türkistan barəsində danışıbsınız. Biz öyle geçen dəfə də danışdıq bu barədə mənə görə. Bölgədə lap acil danışılacaq, hər gün, hər dəfə danışılacaq məsələ var. O da Güney Azərbaycan türküdür. Çünki Güney Azərbaycan türkü hər gün kronik olaraq, yəni müzmin olaraq soyqırıma məruz qalmışdır. Çoxudur. Dilini. Baxsanız siz, İnsaf Ali bəy, lütfən o mesela İran televizyonunda yazsan elə o şeydə, hətta özlərini Azərbaycançı deyənlər də var Milli Hərəkatın içində. Siz onların elə bu canlı yayınlarını, yəni normal bir oxumuş birisi, hələ biraz mesela oxumuşdu, nə deyirlər. Onun danışıqlarına baxın, görün ki, onun hansı qramerlə danışır. Hansı sözlər işlədir, hansı kəlmələr işlədir. Və böyle səni yox eləyir. Sənin toprağını Azərbaycansızlaşdırır, sənin kimliğini Türksüzləşdirir. Bu böyük bir cinayət orada Güney Azərbaycanda gedir. Və Güney Azərbaycan türkü danışılmalıdır. Hər kəs ki, istəsə Türk millətindən danışa, Türk dünyasından danışa, Turandan danışa, insanlıqdan danışa, onda Güney Azərbaycanı danışmalıdır. Irak'ta əsir olmuş, yoxluğa tərəf sürüklənmiş türkmenlərdən danışmaq lazımdır. Suriye'də əsir olmuş, yoxluğa tərəf sürüklənən, yoxluğa gedən, yəni həmən hesablanmayan dünya və hətta bölgənin siyasətlərində adı çəkilməyən Suriye türkmenləri, türkmen eli. Mütləq biz biraz doğuya baxsaq, Doğu Türkistan, Çin var. Ki Çin oranı işgal etmiş, böyle 1947'lerde. Yani çok yakın. Ve orada oranın etnik mühendisliği eləmiş ve oranı %50'den çok, %60'dan çok indi Han millətidir. Türkləri, Müslümanları azınlığa indirmiş. Həmin əqəlliyyət mentalitəsidir, qovm mentalitəsi. Yəni sən əqəlliyyətsən, mən də əqəlliyyət haqqını istədiyim zaman verərəm. Birinci mənim əmniyyətimdir, sonra əqəlliyyət haqqı. Çünki birinci əmniyyət gerek olan məmləkətdir. Çin də bu cür, İran da bu cür. İranın bütün hədəfi budur ki, Türkü ve özünü Güney Azərbaycan türkü deyəni əqəlliyyətə indirsin. İndi bunu başqa şəhərlərə sürüklüyür, batı tərəfini Kürdləşdirir, doğu tərəfini giləkləşdirir və Tehrana, başqa şəhərlərə, Türkiyəyə, Azərbaycana, nə bilim, Avruya getsin. Yalnız getsin, yalnız bunu azalsın bunlar, azınlığa insinlər. Və bu da geçən 100 ildə baxsanız bəllidir. Çin də bu işi görmüş. Çin'de zaten daha müvaffak olmuş. O model İran'da olur. Bunlar danışmışıq önceden. Çin aynı modeli Tibbet'in üzerinde eləmiş. Müvaffak bir modeldi. Ona göre ve
sonra İç Moğolistan, İnner Mongolia etmiş, müvaffaq olmuş ve Doğu Türkistan aslında sonudur Çin'de. Yani bunların hesabı var, bunlar hamısı yazılıbdır, hamısı bəlli olubdur ki, Çin Tibbətdə neynədi və necə Tibbəti Çinləşdirdi və İç Moğolistanı Çinləşdirdi və Doğu Türkistan. İndi aynı Çin, yani siz görürsünüz ki, yayılmağa başlıyor. Gücü çoxaldıqca yayılmağa başlıyor. Güc öyle bir şeydir. Siz ne kadar gücünüz çok olsa siz böyüyersiniz ve böyüdükçe de çok yemek ister bedeniniz. Bu bunun kanunudur. Siz ne kadar çok böyüseniz çok, o kadar yiyeceksiniz ki patlayasınız Sovyet kimi ve öbür imparatorluklar kimi. Hala ancak Çin oraya yetişmemiş. Çin hala kalkış sürecindedir. Çin dünyanın en çok petrol işleden memleketidir. Çin dünyanın en hızlı gelişen memleketidir. Dünyada militari olarak fizik ve uzay biliminde en ileride olan memleketlerdendir. Tabii Amerika'dan ileride değil, ancak en ileri olan memleketlerden. O kadar ki eleyebilir, yani o bölgede yayılmacılık siyasetine çok hızlı devam etsin. Mesela Filipin'e karşı, güneyde Tayland, Kamboçya, Vietnam o bölgede. Yani o ve bilirsiniz ki yani kuzeye taraf geldikdə Kore ve Japon'a karşı necə ki Kuzey Kore'nin o Cirogan sözü Ciro tutmalı. Kuzey Kore milletini o toprağın orada esir ağaç tutması. Siz Güney Kore'ye bakın, Kuzey Kore'ye bakın. Kuzey Kore'deki o Korelilerin, o güzel insanları öyle arş saklamaları, mürit saklamakları ki her defa bir duvarın önünden geçende 3 eyle Kim Jong-un buradan geçti. Kim Jong-un'un eli değdi buraya. Kim Jong-un dağın başından ışık saçır. Ciddi arz edirəm ha bunları. Asla fikirləməyəsiniz mən bunları. Yani duygusal olarak deyirəm. Yox, bunları böyle ruhaniləşdirmə ve evinin en önemli otağının en önemli duvarında Kim Jong-un'un aksi cərəf olan. Yani böyle bir ruhani bir his. Bu milleti arz saklayıp yani düğünle, çok az nütrişinden böyle meris ve militarize etmek, nükleer silahlar şey etmek. Böyle bir milleti yok etmeye çalışıyor. Tehkir etme, insanı tehkir etme, insan özgürlüklerini, insan kerametini tehkir etme. Hamısı Çin'den gelir. Çin devletidir ki Kore devletini ayaküstə tutubdur. Elbette Rusya'nın da derdine değir. Ama Rusyaları 2 kuruşa satar zamanı gelende. Ama Çin'e lazımdı Kore. Güney Kore'ye karşı, Japon'a karşı ona orada bir kılıç kimin, bir Damoklos kılıcı kimin onun doların üstünde tutup herden bir şey fırlayır. Bu tarafa o yana fırlayır. Japon'un üstünden geçir. Her gün baksanız, her hafta baksanız bunlar görebilirsiniz. Ben burada haber ajansı değilim. Ama her şeyinden ki Kore'ye eləyir haberimiz var. Orada Kore milletini esir tutuptu. Ve Güney Kore milletini terörle esir tutuptu. Bunlar her zaman korkurlar ki o gözəllikdə şəhərlər ki güneydə yaranır, o medeniyet, yani düşün 15-20 milyon insan bir şehirde savulda. Sülhdə, rifahda, yani her ne diyesiniz var orada. Ve nisbi azatlıklar, her şey. Ve öbürü şəhərlər, hamısından haberim var. Yani. Mesela budur ki, Çin devleti oranı bu vəziyyətdə saxlayır. İndi gətirib nizami manor eləyirəm deyəni, tətbiqat keçirirəm Türkiye'de deyirlər. Gətirib Tayvanın ətrafını böyle kuşatmış ve bütün Amerikan da gəmiləri oradadır, Filipinçilər de oradadır. Zaten Filipinci dediğin Amerikancıdır yani. Çünkü Filipin hala Amerikan müstəmirəsidir. Japonlar da oradadır, Korenciler. Orada bizim tahminimiz budur ki, böyle geçsə gedişat, geçen 3-4 günün kimin geçsə, gələn 2 haftada orada savaş var. Benim şahsi tahlilim budur. Olabilir, olmuyor. Çünkü benim burada kristal bir topum yoktur ki ona bir kristal bal deyirlər, ona baksın, gələcəyi görürsün. Yok, geçmiş bir 4 günün, 5 günün gedişatına bakılanda benim tahminim bir haftaya, 2 haftaya Çin orada bir işler göre. Çünkü değil Tayvan bizimkidir. İşgal edilir. Resmen işgal edilir. Tayvan istemiyor. Tayvan milleti istemiyor sence. İstemiyor. Necə ki Hong Kongu qəsb elədilər. Necə ki hər yeri qəsb etdilər. Çox ırkçı, insafları verməm sözümü bitireyim. Çox ırkçı, Hun millətinin ırkçılığı, faşist ve adı da komünist.
yalandır. Ha, komünizmdən bir zərrə bunlarda əsər yox düşüncələrində. Şimdi baxın da, yəni devlət kapitalizmidir. Mən bunun adını açıqca, hətta onlar ki akademikdirlər və intellektualdılar, sol görüş ilə ilgili, sosializmlə, komünizmlə ilgili bilirlər ki, Çininki devlət sərmayədarlığıdır. Yəni devlət kapitalizmidir. Onu da uygulayırlar, adı da komünistdir. Yəni dünyada bəziləri hətta onlara komünist deyirlər, onları şey etmək üçün. Zaten orada komünizm yoxdur. Zülmü var, ırkçılık var, faşizm var. Hun millətinin faşizmi var öbür millətlərin üzərinə. Və biz əlbəttə ki qınayırıq Çin devlətinin hər zaman, hər türk millətini hər kəs əzmişsə, onun yanında durmuş İran devləti. Hər qrup, hər devlət ki, Türkiyə düşman ola, onların yanındadırlar. Çin devləti. Tarixi olaraq, yəni 1000 ildə öncə öylədir, 2000 ildə öncə öylədir, 3000 ildə öncə, yəni tarixin yadına gəlmir Çin devlətinin bu qədər anti-Türk olmadığını. Buyurun Səfər bəy. Çox sağ olun, təşəkkür edirəm. Mənə belə gəlir ki, dünyada güc dəngəsi ən önəm daşıyan konu güc və güc dəngəsidir. Yəni güclü olmasa sizi yeyərlər. Bu təbiətin qanunudur. O Charles Darwin'di, kimdi o Darwin'in nəzəriyyəsində də güclü gücsüz yeyər. Biyolog. Bu qanun toplumlarda da, siyasi toplumlarda da hakimdir. Ya güclü olacaqsan, ya gücsüz olacaqsan. Gücsüz olsan səni yeyəcəklər. Onun üçün millətlər çalışırlar güclü olanlar. Bilirik ki, məsələn, Çin gücsüzləşdi bir müddət, keçdi oldu müstəmirə. O yerə düşdü ki, hamı muhtad olmuşdu. Mao'dan sonra bir toxum bunları tökdülər, suya öldürdülər. Yəni, tökdülər dənizə ölsün, adamlara bu muhtadlar qutarsın. Yəni, bir dana bəladır əslən. Özü bir inqilab idi, orada inqilab dedilər bunun adına, muhtadları öldürmək. Çünki müstəmirənin işi budur. İstimar, işğalçı, Oğuz bəy, bir bəla gətirər insanın başına ki, o millət qalxa bilməsin, düşünə bilməsin. Birincisi, ehtiyat elə bunlardan. Hətta siz bu Kanadada, Amerikada bu qızıl dəri dedikləri neytivlərə baxsaq, görürsünüz ki, bunlara da hər iş azad deyil, ya hər işə zorları çatmır. Məvadlı müxəddir, məşrub, siqar. Yəni, alkoldur da. Arz edirəm, bu uyuşturucu, alkol, bundan sonra bir şey bunlara. Niyə? Çünki bunlar gərək yatalar. Yatalar və durmayarlar. Çin də bu tür bir mərhələni getirdi. Arz edirəm. Çində də Uyğur türklərinə və müsəlmanları daha çox itələyiblər qaçaqçılığa və mafiyacılığa. O cür. Hər yerdə. O əslən işğalın şeyidir. Mən dəfələrcə Çində olmuşam, mən gedib görmüşəm. Aynən belədir. Yəni, onlar istəyirsən, məsələn, qaçaq bir şey alasan və ya görəsən, onda sən elə hansı şəhərdə, fərq eləməz, Shenzhen'də ya Şangayda, hansı şəhərdə, Beijingdə. Sən yatırırlar, bu elər, bu qaçaqçılıq işi, bu kötü işi, sən qaçaq bir xalaf istəyirsən. Bəli, yəni, çünki ayrı bir, axı, Oğuz bəy, ayrı bir seçənək qoymur rejim. Rejim sizi qətlam eləmək üçün 2-3 dənə yol götürməlidir. Sizi bir cür eləməlidir, vətəninizdən köçəsiniz. Deyəsən, burada iş yoxdur, burada evlənəmirəm, burada dərs oxuyamıram, burada dava dərman yoxdur. Məsələn, Azərbaycanda bir köçəndə, bizim öz vətənimizdən köçəndə müəllim olmadığı üçün biz kəndlərdən çöktük. Yəni, bizim öz kəndimizi deyirəm, o biz kəndlərin tərəfindən danışmıram. Bizim kənddə tüm müəllim yox idi, hamı köçdü ki, mən balam istəyirəm, savadlı olsun, dərs olsun, işləyə bilsin, yaşaya bilsin. Ona görə biz oradan çöktük. Ya biri budur, biri də budur, işsiz saxlayırlar. Biri də budur ki, vətəni qarət eləyirlər, mənabeyin aparalar. Biri budur, vətənin, pulun, sərvətin müntəqil eləyirlər ayrı torpaqlara. Bahilər çəkə apara o ayrı torpaqlara. Məsələn deyirəm, cənabınızın bir hüququnuz var, Təbrizdə işləyirsiniz, Ərdəbildə, Zəncanda işləyirsiniz, aylığınız var. Bu aylıq gedir, bahdə qalır. Oğuz bəy, bu aylığı götürür, %40-la, %30-la verir, zam verir. Elə sizin aylığınıza ayda o %40 alır. Amma sizə vermir. Bu pul gedir Farsistana, o yüzden siz kasıblaşırsınız, o gücləşir. Bu da bir siyasətdir. Bir siyasət, ərz edirəm, bir də məvadlı müxəddir siyasətidir. Mənim yadıma dəqiqən gəlir, bunu cənabınız buyurdunuz, çünki bu müstəmirələrdə də vardı, siz oranı buyurdunuz. Mən yadıma gəlir, Təbrizdə bu... Müstəmirə dediyin həmən işğaldır.
ki Edirəm, boyu, işğaldır da. tamam boyu, İşğal yani işğal buyurun. resmen işğaldır. Bu işğal torpaqlarında mən Təbrizdə yadıma gəlir, xəbərnigar idim, getmişdim bu şeyə, polisin fərmandehisinə. Gəlmişlər, ağa, Azərbaycan Şərqi Ostan Sefid Keşmər است. Mən bunu biz də sevinirik, xəbərnigarıq da, sevindik ki, bir nəfər Tehrandan gəlibdi, yəni nümayəndə oldu sonra bu adam, Təbrizin nümayəndəsi oldu. Polis, onda rəis polis idi. Gəldi dedi ki, Azərbaycan məvadlı müxəddir məsələsində yoxdur, sıfır, sıfır. Oğuz bəy, hesab eləyin. Azərbaycan o il, Füçenin ki, məsələn, 178, 79. Mesela nesil bundan önce? Arz edirəm, 178-79 olar, məsələn, 2000, deyək ki, 2001, 2002, 2003, bu cürzdə bu illərdə, 2000, selam verdim. aleyküm selam. Bu 2000-2003 deyək məsələn, bu aralardaydı. Gəldi bu dedi, bəli, 21 il, 22 il öncə. Oğuz bəy, bu gəldi dedi, biz də sevinirik, xəbərnigar, sadət, siyasət bilmirik, iqtisad bilmirik, bir şey bilmirik, işğal olmuş siyasət, millətin başına nə gələr, bunları bilmirik. Götürdük, xəbər yazdıq, Azərbaycan Şərqi, rəisi polis Azərbaycan Şərqi elan elədi, Azərbaycan Şərqi, av bölgədir, məvadlı müxəddir yoxdur, motad yoxdur, İranda hər yerdə motad var, burada yoxdur. Ağa, biraz geçti gördük ki, buradan bir siqnal verilmişlər bizim əlimizdən, Oğuz bəy. Bizim əlimizdən deyiblər ki, Azərbaycanda bir böyük bazar var. Bu bazar niyə hələ satılmır? Bir ilin içində Azərbaycana o mafiya ki gətirirdi. Bir ilin içində Azərbaycan oldu, məvadlı müxəddirdə getdi, məsələn, burada 10-a. Yəni, bu qədər böyük bir bazara çevirdilər. İstəyəm deyəm, işğalçının işi bu yollarındandır. Ondan sonra, məncə, Çin də bu mərhələni görübdür. İndi buradan çıxmaq. Buradan çıxanda görür ki, dünyada güclər var, çox böyük güclər var. Bu, ya gərək onlar bunu yiyələr, ya da bu gərək dövlət olar. Bunu inanıbdır. Baxın, bunu mən Çini qınamıram əslində. Deyirəm ki, bunlar öz milli mənfəətlərini düşünüblər. Ağa, biz, ya Amerika bizi yiyəcək, ya Rusiya bizi yiyəcək, ya da İttihadiyyə Avropa. Biz özümüz ki, millətimiz bunların üçündən çoxdur. Bu üç, həm Avropa, həm Amerika, həm də Çin, Rusiya. Bunların hamısını qoyarsınız. Bizim millətimizin yarısı da millətləri yoxdur. Biz özümüz güc olmalıyıq. Çinlilər bunu düşündülər ki, biz qalxmalıyıq. Necə ki, indi Türkiyə də bunu yavaş-yavaş düşünür ki, biz qalxmalıyıq. Qalxmasaq bizi yiyəcəklər. Bunu gərək düşünə. Çin bunu düşündü. İndi gücləndikcə əvvəl çox yumuşaq hərəkət elədi. Yəni, Amerika mənə pul ver, mənə köməklik elə, mən sənin cipəndə durub filan, bəhman. Samanın altından suyu getdi, yavaş-yavaş gücləndi. Siz buyur kimi. Bir dana kapitalisti dövləti, bir kapitalisti, sərmayədarı dövləti, fəqət dövlətin işləyənlərin əlindədirlər. Dünənləri Salih bəylə bunu bəhs edirdik. Bəli, Salih bəylə dünən bunu danışırdıq. Bu bəhsi biraz danışdıq. Bu qədər də dibinə getmədik, amma danışdıq. Məsələn, orada Oğuz bəy, bunlar gəldilər, bir iş gördülər. Çin gəlir. Deyir ki, ağa, indi mənim dünyaya yayılmaq dövrümdür. Çünki məhdud qalsam, mərzlərimin içində qalsam, sərhədlərimin içində qalsam, mən sonunda yiyəcəyəm. Çünki Rusiya istəyibdir güc ola, yayılıb dünyaya. Gedibdir Afrikada, orada, burada hər yerdə paygahı vardı, iş güzəli var, danışqah gətirdi, filan və hər şey. Amerika da oturdu, İngilis də oturdu, mən də otur olmalıyım. O məcbur da çıxsın. Hardan çıxacaq? Qonşularından, yaxınlardan. Baxın, gəlir görürsünüz ki, Tayvana gedir, məsələn, Uyğuristan o vəziyyətdə. Bunlar yavaş-yavaş başlayıblar, getdilər. İndi görürsə, İranla qərardat bağlışı 100 illik qərardat bağlır. Məsələn, mən orada gələcəyəm, filan şeylər düzəldəcəyəm. Hindi ilə bağlır, hər yerinə. Hətta bu şey ki vardı. Hətta bu Pakistanla. Bu şey ki vardı, bu yol ki gəlir Türkiyəyə gələcəkdir. Ha, Türkiyədən Avropaya. Onu biz 2018-dən bu yana, yəni indi 6 il olar, onun yol və kəmər, yol və quşaq və ya yol və kəmər projesini yəni hər danışmışıq, hətta internetdə orada da sərmayə qoyur. İstəyirəm deyəm ki, Çin orada da sərmayə qoyur ki, bu tərəfdən də gəlsin, yayılsın. Oradan ki, mümkündür Qəzzalistanda, bu Türkiyə mənəsə, istəyir ki, onlarda da özünə cibsli yer alsın. Çünki hər nə qədər, hər bir addım götürən,
Hər bir addım götürər, o milli mənafeyi saxlayır, güclərin qabağında güclənir. Eyni halda bölgə güclərlə də istir ittihad qursun. Məsələn, Rusiya ilə bir tərəfdən, İranla bir tərəfdən, nə bilim, Pakistanla bir tərəfdən istir ki, Çinlilər diplomasiyada ustaddılar, tarixi çox ustaddılar diplomasiyada. Dünyada istir ki, bir bu niyə eləyir? Yəni mən baxanda mən deyirəm ki, əgər bu işi biz görmürük, bizim ağıllılığımızdan deyil, Oğuz bəy. Zəifə təslim olmağımızdandır. Əlbəttə. Biz zəifliyimizi istirik ədalət ilə, istirik nə bilim, bunlarla tocih edirik. Onu ötmək üçündür. Mən o psixolojiya girmərəm ki, aynen biz böyle mərhəmətliyik, biz böyle yaxşıyıq. Yox, o bizim şeydir. O zülmü qəbul eləməyi tocih edirik. O zəif olmağı tocih edirik. Yox, sən güclən, Çin kimi get dünyanı istismar eləsin. Sənin kim qabaq balıqdır? Yəni indi istismar kəlməsini işlədəndə biraz bəlkə acı görsənir, amma vaqiətdir Oğuz bəy. Yəni acı görsənir, amma dünya bunun üstündədir. Siz bir Osmanlılar niyə aradan getdi? Çünki istismar eləmədi. Getdi fəqət aldı, hər şey səni qoydu öz başına, dilin yoxdur. Ərəbləşdilər. Özləri, sağ ol, özləri dəyişdilər. Özləri biraz Farsı, biraz Ərəbi, biraz... Mollanın, Babək bəy Təbrizdən. Mən çox bilmirəm, gənə də qorxuram ki, yoldaş gətirəm, yuxarı çağıram. Tanımadığımız adamımızı gətirməyəm. Tanımadığımız adamı gətirməyəm. Əqdi, adı, bəlli olmasa bir dənə qural qoyaq da. Bizim insan bəyəkləri dedik. Oğuz bəy, bir dənə bəyək bir məsələ dedik. Bizim içəridə insanlarımız dururlar hakimiyyətin qabağında deyir, bu mənim adım, bu da şöhrətim, bu da səsimlə, təsvirimlə məni tanıba. Mən səni rəsmiyyəti tanımıram, mənim adamlar. Bunlar hər kəs istəyir çıxsın, danışsın, əksi ilə, adı ilə, şöhrəti ilə gəlsin, onu bizdə gətiririz. Gizlətməli yoxdur. Əziz Babək bəy Təbrizdən səlamlar, saygılar. Aleykəssalam, çox sağ olun. Zəfəli bəy, indi yavaş-yavaş 1 saat yarıma yaxınlaşırıq. Mən doğrudan təbrik deyirəm sizə ki, Çin məsələsinə güc ilişkiləri fəlsəfəsindən yaxınlaşdınız. Çünki həqiqətən bizim özümüzün də elə, yəni mənim də yaxlaşımım öylədir. Çünki o gücdür ki, sizi tərif elər və siz gücləndikcə özünüzü tərif eləyə bilərsiniz. Yəni, siz gücü tərif elərsiniz, siz onu və o da sizi. Və o yeni ehtiyacları da o yeni güc rabitələri gənə də şey elər. Oğuz bəy, güc fəlsəfəni tərif elər. Güc fəlsəfəni tərif elər. İdeolojini güc tərif elər. Ədaləti güc tərif elər. Mənim gücüm olsa deyərəm, qanunum budur, ədalət budur. Mən dediyim ədalətdir. Amerikanın gücü var, durur gedir dünyanın harasında istəsə, belə o Covid-də yadınıza gəlsə, getdi okyanusun ortasında ayrı məmləkət aldığı davaları götürdü, gətirdi, dedi, mənim gücüm var. Ədalət də budur. Mən bunları yazmışam. Çünki bunlar əlbəttə düzdür ki, Machiavelli bunu elmiləşdiribdir. Yəni, yeni bir filosof olaraq, yəni indiki zamanda güc ilişkilərini. Ancaq yalnız Machiavelli deyil. Mən öbürü elə lap belə mən ad gətirsəm, lap belə Schopenhauer'ın düşüncələri, Nietzsche'nin düşüncələri, hətta Sartre'ın düşüncələri güc üzərinə. Heidegger'in düşüncələri güc üzərinə və dövlət üzərinə və o dövlətə qarşı hətta güc üzərinə. Oğuz bəy, siz xoşbəxt adamsınız. Bilirsiniz niyə? Siz bu kitabları oxumusunuz. Mən oxumamışam. Düzün axtarsanız mən oxumamışam. Mənim bir dənə zindicanlıqda başıma bir oyun gəlibdi. Mən biraz tez evlənmişəm. Uşaqlarım çox olubdu. Özüm də sonra 4 uşağım olandan sonra başlamışam danışıqlığa getməyə. Fürsət eləməmişəm mən hər kitabı oxuyam. Mən o kitabı oxumuşam ki, ondan pul qazanam. Düzün axtarsan, yəni yaşayan. Mənim deyirəm, mən əgər indi görürsünüz, məsələn, deyirəm ki, güc budur, özüm yetişmişəm buna. Vaqəən bunun arxasında bir fəlsəfə oxumamışam. Təşəkkür edirəm, var olun. İstədim deyəm ki, vaqəən bu mənim özümün şəxsi təcrübəmdir. İnsan özü təfəkkür eləsə, düşünsə və elə olaylarla ilgili bir yerlərə vara bilər. Düzdür, sistematik olmaz. Sistematiki budur ki, bir ustad deyək ki, indi bunu oxu. İndi bunu oxu və belə aşama-aşama, dərəcə-dərəcə. Mənə görə o doğrudur. Ona görə akademik şey ona görə önəmlidir. Mən
Zaman az gücümüzə aparır. O zaman az aparır. O zamanın kısa bir bir də zamanda onu getirsiniz ora. pillə. Bir də Bəli. pillə olur. Adam məsələn elə deyimi oxusa elə bir kitabı sevir ya onu yazarını sevir məsələn birinin bu yazardan xoşlayır onu. O olur deyimi. Amma akademik biraz onu gətirir sistem üzərinə qoyur ki, bundan sonra bunu oxuyacaqsan, bundan sonra bu prerequisite deyirlər də. Yəni ondan öncə onu oxumasan bunu oxuma deyirlər. Hangisi o birisinin müqəddəməsidir. Ay sağ ol. Və mən güc üzərinə bayağı biraz zaman qoymuşam. Və siz onu elə gözəl yaxlaşdınız və biraz öncə də dedim, bu Hun millətinin, biz onlara Çin deyirik də, özlərinə Hun deyirlər. Çin millətinin böyle hər zaman diplomasida, hətta nizamida, devlətçilikdə o qədər güclü olması və təcrübəli olması bahis olur ki, hətta o istimarı zamanları İngiltərənin və başqa məmləkətləri yıxılmasın və yenilməsin. Və təzəşdən bir özləri dediyi kimin deyim öz üçün bir əjdərha kimin külünün içindən qalxsın. Biz qoqunuz deyərik ya biz. Bəli, onlar əjdaha deyirlər. Bəli. Anga quşu. Biz anga deyirik. O bir əjdərha kimin qalxmış və görürsünüz ki, onların da elə simgəsi elə mən əjdərhadır. Və ətraf millətlərə, güneydə, hətta o güneylərə çox əskik baxarlar, onlar çox təhqirlə baxarlar. Necə farslar, necə bir dənə fars faşisti Əfqanlıya, elə Əfqanlıdır deyir, məsələn ki, Əfqanlı deyəndə yəni aşağı baxır, ya bir Lora, bir Bəluça, hətta onlar elə fars millətləridirlər də. Onlar elə farsça danışan millətlərin değişik boylarıdırlar. Və ya Şumallı deyəlim, Giləkliyə, Mazəndaranlıya, hər kəsə bunlar təhqir kimi baxarlar. Yalnız bir dənə bəlli bir nijat var, o farsı, o üstün insan, fars, o Arya'dan, o Ubermanş fəlsəfəsi kimin bərtər bir nijatdır, bərtər bir insandır, fars. Onun da simgəsi də Kuruşdur, Dariuşdur. Bu ona görə bir Bəluça baxanda ki, Qərəşin balaca heykəlindən orada baxın. Bu hətmən ki, Kuruş bax belə deyilmiş. Ya bir Əfqanlıya baxanda deyir ki, hətmən bir dənə bir Lora onları ona cütüyür ki, baxıyor ki, özünə də baxanda aynında deyir hətmən Kuruş bu qədər yəni yazıq görünmürmüş. Ona görə Kuruşu çəkəndə də türklər kimi çəkirlər. Ağır, belə yaxşıqlı, heykəlli. Hər halda. Ancaq onu demək istəyirəm ki, Çinlilər də quzeydən gəlmişlər bunlar. İndiki Beijingin, Pekanın ətrafında o bölgədən. Yəni indiki Çinin quzey doğusunda bir millətdir. Bu millətin adı Han millətidir. Bunlar hətta o kantonizlərə, o birilərinə çox aşağı baxarlar. Çində 200-dən çox şey var. Boylar var, qəbilələr, qruplar var. Hamısına da biz Çinli deyirik, hamısı da bir-birinə deyəlim, bənzəyirlər bizə. Amma və Çin dilinin değişik şeylərini danışırlar. Necə ki, Fars dilinin değişik ləhcələri, değişik şivələri var. Onlara çox aşağı baxarlar, çox ırqçı bir millətdirlər. Hələ öyle bir genişlənmişlər, gəlişmişlər, bunları almışlar, Çin'i yaratmışlar və İç Moğolistan, onlar İnir Mongoliya deyilir İngilizcədə. Siz xəritəyə, lütfən xəritəyə baxınız, siz demirəm. Yoldaşlar ki, bunu dinləyirlər. Çünki hər şey xəritədə bəllidir. İç Moğolistan bunları işgal etmişlər. Oranı çox şiddətlə onu assimilasyona məruz qoymuşlar. Rəsmi gərək onların qızları, uşaqları ayrı yerlərə götürülsünlər. Onlar gərək Çincəni danışsınlar. Çin adabı, rüsumunu, Çin kimində hər şeyi Çinliləşdirmişlər. Tibbəti öyle eləmişlər və müvəffəq təcrübələrlə Doğu Türkistan. Doğu Türkistanda etnik mühəndislik eləmişlər, oranı etmişlər. Çoxunluğunda Han millətidir və o ayrı yerdən gəlmə millətlərdir. Türkləri, Uyğur türklərini, müsəlmanları şiddətlə etmişlər, azınlığa əqəlliyyətləşdirmişlər və onların uşaqlarını, qızlarını, oğlanlarını başqa yerlərdə həmən belə inanın köləlik kimi. Yəni karxanalara, karxana deyəndə Türkiyəlilər başqa şey zənn edirlər. İş yerlərinə, fabrikalara satmışlar, vermişlər ki, orada saat 12 saat işləyənlər var, 14 saat işləyənlər var ki, Güney-Doğu fabrikalarında. Çin yani böyle bir insani cinayete, bir tarihi cinayete Uygur, Türk'üne ve Müslümana
şeydir, eləyir. 2 milyondan çox yenə də xəritələrdə, satelit xəritələrində görünür İnsəfəli. Yəni bunu hər kəs eləyə bilər, hər kəsin bir kompüteri var. Concentration kampları, toplama kampları durur orada. Ananı baladan, atanı baladan, xanımısını ağasından ayrı tutan və bunları bəzən bir-birinə görüşdürən bir sistem var orada. Bəzən məsələ deyir ki, 2 ayda bir gəlsin, məsələn, bunu görsün, özü də polisin şeyində. Uşaqları, böyle məzlum uşaqlara baxsan, minlər. Onlara deyirlər ki, training camp, mədəniləşdirmə kampları. Demir concentration. Tindiləşmə, beyin yumaq. Onlar deyir ki, necə Rusiya gəlib Ukraynada qətlam eləyəndə, işğal eləyəndə deyir ki, special operation, özəl hərəkat. Özəl hərəkat deyirsən, giribsən başqa məmləkətin içinə, sən burada öldürürsən adamları. Sən hər türlü silahı burada dəniyirsən. Onlar da 2 milyon yarım, 2 milyonla 2 milyon yarım arasında insanı orada əsir etmişlər. Hər Türkiyədə olan qazetəci, özünü jurnalist bilən, televizyon sahibi, televizyon jurnalisti, qazet jurnalisti, hər kəsin ki, internetə əli yetişir. Bunları yazmasa, danışmasa və millətinə bildirməsə, Türk millətinə, Türkiyəyə və Turana xaindir. Hər Azərbaycan jurnalisti, hər Azərbaycan qazetəcisi, televizyon sahibi, Ruznamə, qazet, bu Doğu Türkistan'da olan Türklərə, Uyğurlara olan bu cinayətlər, bu soykırımı, resmi soykırım. Yəni Yahudilərin soykırımı ki, Nazilər gedirdilər Romaniyadan, nə bilim, hər yerdən adam kamplardan, adam toplayırlar, qatarlarda gətirirdilər, qaz çəmbirlərini. Ondan sonra ən böyük sayı olaraq concentration kampı indi Çindədir, yerləri bəllidir. 30 dənədən çox yerləri bəllidir. Satelit xəritələrində görünür. Və hər kəs istəsə 5 dəqiqədə, 10 dəqiqədə onu nə deyirlər, search edirlər, arayıla bilər. Hər Azərbaycan, hər Türk məmləkətində, hər yerdəki, yəni biz bunu Japona buraxmamalıyıq. Utanc verici budur ki, utanc. Ki bunu Japonun jurnalisti eləyir. Bunu New Zealand'ınki eləyir. Bunu illa da Japonunki. Bunu Kore'ninki eləyir. Bunu Türkiyəninki eləmir. Çünki Türkiyə ilə Çinin qərardadı vardı ki, Çin dövlətinin ki... Oğuz bəy, bir dənə də məsələ var. Oğuz bəy, bir dənə də məsələ var. Və bu hər jurnalistin ki, özünü jurnalist bilir, azad. Məndən böyləyəm, mən haqqı yazaram. Hamısı yalandır. Çünki Güney Azərbaycanı hər Türk jurnalist danışmasa, Güney Azərbaycanın başına gələni və Doğu Türkistanı hər kəs danışmasa, o Türk millətinə, genəldə Türk millətinə xaindir. Oğuz bəy, bir dənə məsələ var. Mən bu ikinci bölümü bu gün danışmayacağıq. Zahirən də bu güc teorisinin üstündə danışaq. Yox, çox gözəl getdik. Yəni, məncə bu güc teorisinin üstündə danışaq. Bu güc teorisi hər şeydən önəmlidir. Bir də bunun qarşısı var. Qorxu teorisi. Qorxu teorisidəki qərarlı danışaq üstündə o da çox şeydir. Önəmli. Bunlar ikisi bir-birinin mükəmmildir. Biz məsələn görürük ki, ağlırıq, yalvarırıq. Bunu göstərir ki, biz zəlilik da. Biz şikəst yemişik, qəbul eləmişik şikəsti. Bu bir tərəfi budur, Oğuz bəy. Amma əgər indi o jurnalist niyə Türkiyədən etiraz eləmir? Ya o radyo niyə? Çünki yaşamır axı. Yaşamağı da üçün... Onun şeyi, o idarənin hansı televizyon olur olsun, Türkiyədə bəllidən. Onun raisi onu çağırar, deyər ki, işdən yox. Oğuz bəy, beləsi deyil. Baxın, Japon niyə yayır? Mən beləsi baxıram. Çünki orada özgürlük var. Yox. O da deyil. Oğuz bəy, o da deyil. Japon, diqqət buyurun bir mənim baxışıma. Japon Çinin müstəqim savaşına giribdir, müstəqim işğalı ilə savaşı olubdur. Yəni, bilafasilə Çindir. Yəni, Çin ilə qonşudur. Xətərdədir. Tayvanı alsa, Japona da gedə bilər. Yəni, o xətəri yaşır. O jurnalist orada, o siyasətmədar orada, o parti orada. O Çin təhlükəsini yaşır. Görür ki, Çin genişmaqlaq üzündədir, yayımcılıq mərhələsindədir. Yavaş-yavaş istəyir imperatorluğa çevirsin, böyük Amerika ülgüsünə, Rus ülgüsünə çevirilsin. Bunu görür, o xətəri orada istəyir. Amma Türkiyə ilə oranın 7.000 kilometr, 6.000 kilometr, 5.000 kilometr arası var. Bu 5.000 kilometrdə bu jurnalist isə onu bilmir. Hətta inanın, Güney Azərbaycanı bilmir. Axı gəlib getmir ki. Gəlib getməsə nə biləcək? Öyle deyil. Mən belə görürəm.
Mən belə görürəm ki, gəlib getmir, xəbəri yoxdur. Güney Azərbaycanı tanımır, filsufları da tanımır. Bir ikisi bəzən Yeni Kaledoniyada ki 17.000 kilometre uzakta Azerbaycan'dan xiyabanda baş kaldıran Fransa işgalçılığına Azərbaycan bayrağını gösterir. Özgürlük simgesi olarak. Siz deyirsiniz ki biri başını sokur qumun içine. O millət ki azadlığı kilometre bilgi kilometre değil. İndi dünya Oğuz bəy, 2024'tür. Oğuz bəy, o millət ki işğalla savaşır, onun fərqi var. O millət ki işğalla savaşmır. Biz işğalla savaşırıq. Bizə Kaledoniya da mühümmüdür, Uyğur da mühümmüdür, Türkmenlər də mühümmüdür, Əraqda, Suriyədə. Niyə? Çünki onlar da bizim durumumuzdadır. Bizlər bir-birimizdən ruhiyyə alırıq, təcrübə alırıq. Deyirik, o da belədir, bu da belədir, o savaşdı, mən niyə savaşdım? Yox. O millət, məsələn, Amerikalıların xəbəri yoxdur, Kanadalıların xəbəri yoxdur. Niyə yoxdur? Çünki uzaqdadılar, onların dərdləri deyil. Uzaq deyil məsələ, uzaq deyil. Nədir məsələ? Məsələ, siz məsələni doğru qoydunuz, sonra çıxdınız məsələ. Yox, güc məsələsidir, yox, elə o deyil. O güc ilişkiləridir. Çünki Türkiyədə həmən o jurnalist ki deyir, mən azad bir jurnalistəm, özüm belə çox da özümü düşünürəm, özdə bətərdən də türkçəyəm. O imkanı yoxdur, bir gün geçə, 2 gün geçə Filistindən yazmaya. Bəli. Ondan sonra bu raisi ölmüş, 5 nəfər ölmüş, orada hamısı çox matəm günü elan eləmişlər, qara giyinmişlər. Bir gün. Bir gün. Bilgi kilometrlə hesab. O bilgi indi 1000 il öncə deyil ki, atına minək, kop gedək, görək ki, filan yerdə nə olmuş. Ya gövərçin göndərək. İndi internet dünyasıdır. Arz elədim 17.000 kilometr Azərbaycandan uzaq. Orada bir işgala, Fransa işgalına qarşı birisi Azərbaycan bayrağı. Zaten bayraqlarının rəngi də bizim bayraqların rəngi kimindir. Ortası fərqlidir. Ancaq resmen Azərbaycan bayrağını özgürlüyün, işgalı, rədd eləməyin simgəsi kimi işlədir. Bunu bir Fransalı da bilir, bunu bir Kanadalı jurnal bilir. Əsla birini indiki zamanda bilməmək üzrü yoxdur. Yox, baxın. Herkesin parmağının ucundadır bilgiler. Ki Doğu Türkistan'da ne gelir? Zaten elə Amerikanın elə medyasından bunu biz öğrenmişik. Yani lütfen yani zaman koyun bu hafta. Görün bu kamplar hardadılar. Kamplarda ne için? Kampların əksləri harda, videoları harda. Öyle değil. Bilməmək üzrü değil daha. O doğrudur. Yani buna bir tane de maraq istir daha. Maraq da istir. Amma bu şəxsilərdən çox eşiyə. Bu vaqiyyətdir ki, Japon Çinə yaxın və xəbər də bu cürdür. Xəbər də hər nə qədər yaxın olsa gəlir, ya mənafiiz bağlı olsa. Amerikada niyə bilir? Amerika niyə bunu qapağa gedir? Çünki Amerika Çinlə savaşır. Bir ki, Çin mənə təhlükədir. Amerika, Çin, Rusiyanı özdə xətər görür. Onun üçün də bunun maharı eləmək üçün, onun əleyhinə hər işi görür. Yani o Amerika əgər savaşı olmasaydı biz Uyğuru bilməzdik Oğuz bəy, kəndləri bilməzdik. Tamam. Səfər bəy, biz burada qarşı danışmırıq ki. Təbii ki. Dünyada biz düşüncəni danışırıq ki, belə mən dediyimdə yanlış olsa birisi onu geçsin, araştırsın, gəlsin, desin, Oğuz bəy bu belə deyil. Çünki o şeyə mən sual yaratmağa görə buradayım. Mən Merak yaratmaq üçün buradayım. Siz merak mənə görə mən sizin şəxsiyyətinizi tanıyıram. Siz sual yaratmağı, zaten özünüz demişsiniz ki, sual önemlidir. Mənim yadıma gəlir. Sual önemlidir. Siz sual yaratmağa görə, merak yaratmağa görə. Biz istəyirik ki, bizim bir gizli bastırımız yoxdur. Dünyada bəlli sayıda Türk məmləkətləri var. 7 dənə özgür, 25-30 dənə də işğal altında. İşğal altında. Amma 7 dənə özgür var. Kuzey Kıbrıs Türk Cumhuriyeti dahil. Ve belli Müslüman memleketleri var. 52 tane de fikir edir. Bəli. O qətnamələr ki, bunlar üçün öncədən elə bu Güney Azərbaycanın baxış proqramında dəfələrcə danışmışıq, başqa yerlərdə danışmışam, yazmışam da mənə əzbərdə də deyirəm, bəs də danışmışam da danışmayım. Amma qoy deyim xidmətinizə.
o qətnamələri ki, Çini məhkum eləyir, Çinin cinayətlərini, qətlamlarını, Uyğur qətlamlarını, kampları danışır, kamplarda, evlərdə hər evə Çinin ittilat məmurları gedir, görə ki, bunlar donquz yeyirlər ya yox, bunlar necə otururlar, Çinli kimin oturub sirfada yeməyəcəksən, masaya qoyacaqsan, o əkslər, o ki, duvarda olacaqla, o kommunist əkslər, bunlar istəyirəm deyəm, mən bunların cüziyyatını bilirəm Çində nə olur. Və siz o qətnamələri ki, bunları məhkum edirdi və bunları dünya məhkəmələrinə çəkməyə çalışırdı. Japon imzalayıb, New Zealand imzalayıb, Avropadan da iki məmləkət. Heç bir müsəlman məmləkət yoxdur arasında. Cəsarət edə bilməz ona. Heç bir türk məmləkət yoxdur. Cəsarət edə bilməz. Və Doğu Türkistan'ı deyirik. Doğu Türkistan canımızdır. Güney Azərbaycanın canıdır. Güney Azərbaycan nedir? Doğu Türkistan odur. Çünki ikisi təqribən bir-birinə bənzər bir alın yazısı ilə gedilir. Doğrudur. Oğuz bəy, illəti budur, gücdür, güc. Baxın, Çinin gücü var. Müsəlman məmləkətlərin hamısı işğal kimi bir şeydirlər. Doğrudan deyirlər, müstəqil deyirlər. Mən hətta Salih bəylə bu istiqlal məsələsini çox ciddi danışdım. Yəni, istiqlalın mənası fərqlidir. Əslən, bunlar müstəqil deyirlər mənim nəzərimdə. Bunlar bağlıdırlar, gücdən qorxurlar üçün də deyir, mən öz çülümü sudan çəkim, mən əslən istəmirəm ki, mənə Güney Azərbaycanın zərəli deyək. Məsələn, Türkiyəni otursaq, Türkiyə deyir ki, mən Güney Azərbaycanın zərəli, məsələn, mənə xeyri nədir indilikdə? Hətta Kuzey Azərbaycan... Yoldaşımız sizə yazmış ki, sizin mantıqla, İnsaf Əli bəy, sizin mantığa dayanaraq Japoniya yaxın olduğundan dolayı təhlükə gəlməsin deyə susması gərəkməzmi? Yəni ki, yaxındır. Yox, susması. O da bir məntiqdir. O məntiqdir. Həmişə xətəri yaxında görən çox hazırlıq götürür da. Odur. Yəni, xüsusən o millətlər ki, ayıqdılar biraz. Əlbəttə, Japon da gücdür. Yəni, bunu deyək, Japon kiçik güc deyil, dostum. Japon indi desək ki, Asiyada bəlkə Çindən sonra ikinci gücdür. Yəni, dünyada problem budur ki, mən 2-3 gündən öncə Azərtak şeyində məni çağırdılar, orada bir konferans var idi, üzərinə danışam. Kimlik, Güney Azərbaycan və kimlik. Bəli. Kimlik konusu. Zaten mən bu barədə yazmışam, göndərdim, mən düşüncələrim budur, 10 il öncə yazmışam, amma biraz dəyişmiş, yəni düşüncələrim o zamandan. Orada danışdım və orada bunu işarə elədim orada elə. Bu güc məsələsini və bu məsələləri orada biraz da yəni işarə elədim bu məsələləri. Buyurun. Yəni şeylə deyil, indi bilgi dünyasıdır, indi üzür yoxdur. İndi siz deyirsiniz ya, mesela çəkilirlər, qorxurlar. Ancaq dünyada yəni Türkiyə var, Malezya var, müsəlman məmləkətlərini saysaq. Suudi Ərəbistan var, güclülərindən var. Misri var. Yəni hətta İslam konferansı var ya, İslam konferansı. Güney Azərbaycan. Siz bilərsiniz ki, əgər o zaman ki Türkiyə 2 dənə əskər endirir, məsələn, Başikaya gedir orada 2 dənə məzlumun yanında durur Türkiyə. Bu İslam konferansı ona qarşı yazır. Qətnamə sədir edir ki, işğalçı bulunur. Bunu bilin, aynən belədir. Yəni, baxın, faciənin dərinliyinə baxın ki, Türkiyə də düşə bunların peşinə ki, məsələn, aynən Filistin belə oldu. Buraxın, yəni, məsələ budur ki, sən özününkini tutacaqsan, sən türkü tutacaqsan birinci. Bu ırkçılıq deyil, ha? Amma öncə evin için, sən öz adamı, öz evin içində, yəni mənə görə Azərbaycan, Türkiyə, bunlar hamısı bir evdilər. Biz böyle baxın. Evin içində sən öz uşağı kötəyə verirsən, öz qardaşı kötəyə verirsən, ondan sonra gedib sən elə qomşunun orada uzaqda bir yerdə ki, aynən Filistin belə gəldi, Behman yoldu. Oğuz bəy. Herhalde üzücüdür. Oğuz bəy. Baxın, məsələn, indi fikir edin ki, Güney Azərbaycan müstəqilli olubdur. Kuzey Azərbaycan vardı orada, yəni müstəqil bir Kuzey Azərbaycan var. Allaha şükür. İşğaldan qurtarıbdır. İndi bu Kuzey Azərbaycan İranla gücün müqayisə eləyək. Savaşa girməz. Lotluq eləməz heç olmasa Azərbaycan biraz aşağıdan gələr. Məsələn, görürük ki, Ermənistana İran silah verir. O savaş zamanı
silahları göndərildi. Prezident çıxır deyir ki, İranla bizim rabitəmiz qardaşlıqdır. Niyə? Çünki istəmir ki, orada bir böyük təhlükə gəlsin. Bir dana, çünki zoru çatmaz. Sonunda budur ki, düzdür, Türkiyədən qırağa qoyuruq. Yəni Türk dünyasının, təbii ki, biz Güney Azərbaycanlılar orada durmuşuq, Azərbaycanın fədailəri qoymarıq ki, oradan İran ora həmlə eləsin. İranı dağıdarıq. Amma bunun yanında o dövlət olaraq nə düşünməlidir? O dövlət olaraq Güney Azərbaycan üstündə mühasibə eləmir. O günə özünün gücünün üstündə mühasibə edir. Deyir ki, İranın cəmiyyəti 8 qat məndən çoxdur. Pulu da çoxdur, ordusu da çoxdur, tancı da çoxdur, dəlisi də çoxdur. Yəni terror sistemidir, mafiya sistemidir. Mənim də içimdə adamı var. Mən bunlarla gərək geçinən bir cürrüqlə ta ayaq üstə dura biləm, ta güclənə biləm, ta eləyə biləm ki, 10 milyonluğa dəyir ha, 10 milyon eləyə bilər ki, 1 milyardçının qabağında bir gün dursun. Amma bu qədər iqtisadi, ekonomisi güclü olsun ki, eləyə bilsin Çinin qabağında dursun. Amma indi deyil. Ama o güclüğe gərək Siz bu tövcihi deyirsiniz, sizə görə bizim xəbərimiz yoxmu? Yox. Demirəm ki, xəbəriniz var. İstəyirəm deyəm ki, real siyasətdə bir o cür baxırlar. Bir də real siyasətdə buna baxırlar. Müsəlman dünyası əcəba doğrudan müsəlman liderləri liderləri. Əcəba bunlar doğrudan müsəlman liderləridirlər. Doğrudan məsələn müsəlmançılıq məsələsinə toplanıblar. Onlar oraya qoyulmuşlar. Başda Suudi ailəsi olaraq. Ki o torpağı, bunlar şiddətlə anti-Türk bir ailələrdirlər. İlla da ki elə, yəni o birilərin hamısını. Ancaq başda Suudi ailəsi olaraq. Bunlar oraya qoyulmuşlar, o Farsçada deyirlər, dəstişanda deyirlər. Onlara qoyulmuşlar o torpaqların qaynaqlarını, yeraltı qaynağını, yerüstü qaynağını çalsınlar, çapsınlar. Biraz da özlərinə və o əski istimari və yeni istimari güclərin nəfinə. O milləti kontrolda saxlasınlar orada və sözdə Hərəmeyn-i Şərifeynin olsunlar, mühafizləri. Ki, mənə görə qəsbkardılar. Mənə görə nə Məkkəni, nə Mədinəni, mənə görə bu şəhərləri bəlli bir güclər, bütün müsəlman məmləkətlərin içindən seçilmiş güclər idarə eləsinlər bu iki şəhri, Hərəmeyn-i Şərifeyni. Mənə görə belə. Mənim şəxsi görüşümdür. Mən elə bu görüşlə də yaşayacağım. Oğuz bəy, bunu dəfələrcə bərabər danışmışıq. Yəni ki, bu şeydir. Yəni bizim bölgələrdə, yəni o Asiya dediyimiz yerdə millətin önəmi yoxdur. Millət nə istəyir önəmi yoxdur. O önəm nədədir? O adam ki, başda təsmin tutur lider deyirlər ha, ondadır. O adam milliləşsə, onlar milli olmasa milli olmaz. Onlar da milli deyirlər. Onların hamısı... İstəsələr milli olarlar, o sahibləri olar götürər də işte. İslam ora gələr. İndi bunların hamısı Osmanlının bölünməsindən İngilisin adamlarıdırlar. Bunlar İngilis gətirib qoyub bura, sən istəyirsən qalasan, o günəcan ki, mən dediyimi eləyəcəksən, mənim əleyhimə hərdən şüar ver içərdə millət desin və sən mənim ziddimsən. Bu qədər haqqın var. Amma o arxadan mən deyəcəm, bunu eləməsən, səni mən götürürəm. Qutuldu getdi. Məhəmməd Riza ilə Rizada bunu gördük. Yəni o eyni zamanda gəliblər də şeylərlə, Oğuz bəy, bu ərəb məmləkətlərdə olan hakimiyyətlərin hamısı Riza Palani ilə 1-3 il, 4 il qabaq o bu yüz gəliblər. Yəni eyni zamanda gəliblər. Riza Palani, Məhəmməd Riza hər nə cür oldu, onların da başına gəlib. Hafizə Sət getdi, o birisi getdi, bu birisi getdi. Yəni hər yerdə ki, biraz sıxdılar deyələr, biz milliləşirik, getdi, başını qopartdılar, götürdülər, ad qoydular. Millət dünya da qəbul elədi. Oğuz bəy, cəlib budur ki, mən dünən hətta buna bir sərdə cənabımızın danışında bunu ərz eləmişəm xidmətinizə. Yazı da yazmışıq, danışmışam da üstündə bunun. Baxın, İranda istəyirlər deyələr ki, ixtilaf Babək Zəncani deyirlər. Heç kəs demir ki, olan bu farslar, o xanımı İslami idi, nə idi? 5 milyard dolar gətiribdi. Bu yazıq adam pulun qeytərib veribdi. Mənfəəti ilə bu Türk Babək Zəncani, Oğuz bəy, pulu qeytərib veribdi. Zindanın çəkibdi, pulun qeytərib veribdi, mənfəətində veribdi. Üstünə neçə dana da şirkət veribdi, 18 dana da təyyara veribdi adam. 18 dana da təyyara veribdi. Adamlar danışanda deyirlər ki, Babək Zəncani. Ağa, niyə bunu deyirlər? Kimi çox təbliğ ediblər, o önəmlidir. Onu, kimi istəyirlər zehniyyət yaradarlar. Yoxsa məsələn, o İsfahandakı o fəqət Fuladı İsfahanda mübarəkə, Fuladlar çoxdur.
mübarekədə olan ixtilas 100 qat Babək Zəncanidən çoxdur. Amma niyə onu deyir? Güc istəyir ki, türkü fəqət göz qabağında saxlayır. Babək Zəncani türkdür. Ona görə onu saxlayır. Yoxsa özününkünün üstünü örtür. Niyə onu demir? Hətta bizim öz adamlarımız. Başına dəysin. Olsun. Hətta o yəni o baxın ondan bizə istifadə edir. Yəni hətta ondan niyə bunu gətir? İndi budur. Güc bu cürdür. Güc Oğuz bəy. O güc şu istədi. O güc istər ərəbləri, istər türkləri, istər o birisi, istər o birisi. Hər kəsin burada o başdakıların ipi birinin əlindədir. Onu çəkir. Türkiyə o ipi qırıbdı, itildi. İstəyirlər yıxalar, istəyirlər koditeliyələr, istəyirlər burada Kürtləri, orada filanları, da işi filanı salalar canına. Niyə? Ki bu yıxacı yox Türkiyəni. Bu şey, yəni bu bir dənə həqiqətdir. Onlardan intizarımız olmayacaqdır. İnşallah ki, amma güc məsələsində yenə də gücdür. Oğuz bəy yenə də gücdür. Yəni o Çin əgər Türkiyə dinə bilmir, o dinənmir, birdən deyir ki, məsələn deyirəm, mən kompüterin filan qətələrini oradan alıram təyyarəlarım üçün, Türkiyədə filan tikələrini oradan alıram, verməsə mən neynərəm məsələn. Məcburdur ki, güclənmək üçün. Deyir, mən güclənmək üçün məcburam gözümü hələ bir örtüm, bir neçə il, bir ayaq üstə durum. Salih bəy dünə bunu gözəl verir. Dedi ki, biz Güney Azərbaycanın istiqlalını almasaq, haqqımız yoxdur. Qəşqaistanın istiqbalını deyək ki, biz onun... Dedi, əlbəttə, Qəşqailər qalxsalar istiqlala, ben gedib burada savaşaram. Amma mən burada istiqlal almadan ora gücümü məsrəf edə bilmərəm. Çünki əvvəl gərək bura qalxam. Bu güc dəngəsidir. Oğuz bəy, güc dəngəsi dünyada çox böyük bir məsələdir. Bu, dedim, Charles Darwin'in adam nəzəriyyəsinə baxanda deyir, bu qanun pisdir. Amma vaqiyyətdə, əgər istəyirsən doğru siyasəti düşünəsən, baxacaqsan, görəcəksən ki, güc dəngəsi necə... Əvvələn necə güclənə bilərsən. Sonra da güc dəngəsi necə qura bilərsən. Səni yeməyələr səndən güclülər. Çünki burası da var. Biz istəmirik ki, bizi yiyələr. Baxın, biz məsələn, keçən 100 ildə bizi yiyiblər. Azərbaycan hakimiyyəti, Türk hakimiyyəti təqribən yiyilibdir. Dünyanın bir yerində siz deyin ki, məsələn, iki məmləkəti çıxaq. Azərbaycanla Türkiyəni çıxaq ki, təqribən biraz müstəqillidirlər məncə. Ondan sonra siz məsələn deyin ki, Qırğızistan müstəqillidir, Oğuz bəy. Yoxsa bunlar danışmışıq biz. 1970-lərdə heç bir Türk təqribən heç bir millətin... Dünyada Türk müstəqil, dünyada Türk müstəqil insanlar var, Amerika qurumlar var. istədiyi zaman Türkiyədə kudut eləyirdi. Elirdi. İstədiyi zaman gətirirdi, İmam Hatip okulları qoydururdu elə kudutadan sonra. Azərbaycan və o bir 6 məmləkət altındaydı. 5 məmləkət işğal altındaydı. Hələ də 25 Qibris işğal altındaydı. Orada Qibris işğal altındaydı. O əlbəttə 60'larda olmuşdu. Müstəqil 70'lərdə olubdu. arz edirəm. Azad olubdu. Bəli. Budur məsələ. Hər halda indi 2 saat yaxındır ki, danışırıq. Çox sağ olun. Biraz eləcənə də biz hər dəfə biraz açmalıyıq məsələləri dərinliyinə və görürsünüz, hətta bir xəbərdən də nəyi götürürük, o görək ki, onu təhlili necə edə bilərik. Düşüncə səthini dəyişdirməyə çalışırıq. Bütün məsələ düşüncəsəl yaxınlaşmaqdır. Əski istimari, kolonial və yeni istimari, neokolonial güclər bizim bölgədə, müsəlman bölgəsində və ya hətta bizim bölgədə nə demokratik, nə milli dövlətlərə izin verərlər. Yarada bilərsiniz, amma onlar sizi yıxarlar. Hətta sizi xiyabanlarda sürdürərlər. Arabaların arxasında sizi bıçaqlarlar. Yine siz milliləşməyəcəksiniz, demokratlaşmayacaqsınız. Oğuz bəy, mən bir dənə bir məsələni bunu deməsəm geçsək heyfdir. Bəzən görürəm yazırlar ki, müsəlmanlar niyə Məkkiyə, Kəbiyə, müsəlman məmləkətlərə pənahəndə olmurlar, Avropaya, Amerikaya, Kanadaya pənahəndə olurlar. Mən bunu düşünürdüm. Ciddi deyirəm, bunu mən ciddi düşünürəm. Axır buna çatdım. Axı müsəlman bilir ki, mən hər yerə geçsəm sabah oranı dağıdacaqlar. Bunlar dağıdırlar. Bunlara pənah aparıram ki, bunlar özlərini vurmayacaqlar, özlərini bombaran eləməyəcəklər. O gücün mərkəzinə tərəf gedərsən. Gücün mərkəzinə tərəf gedirəm ki, bilirəm ki, orada mən bombaran olmayacağam. Onda məni terror eləməyəcəklər, orada bomb partlatmayacaqlar. Amma bilirəm sabahları, bax Ərəbistana qaçsam, mən özümü deyirəm. Ərəbistana hər kəs qaçsa deyir ki, bax Ərəbistan
5 il sonra, 10 il sonra savaşa girəcək. Çünki orada 500 milyardlıq silah var Oğuz bəy. 5 milyard dolar silah gərək savaşa girsin. Yoxsa ala bilməz ayrı bir 5 milyard dolar, 500 milyard dolarda. Ona görə bəli 500 milyard dolarlıq alıbdı. 20 ildən sonra bu silahlar gərək işlənə. İşlənməsə ala bilməz 500 milyard yenə də. Onun üçün müsəlman hesablayır ki, mən ora qaçsam sabah savaşa girəcəm. Mən İrana niyə qaçmırlar? Hətta Əfqanlılar. Çünki deyir ki, bura gec-tez dağılacaqdır. Gec-tez vuracaqlar. İran dağılacaqdır. Yəni ağıllı adam deyir ki, mən ora niyə gedim? Müsəlman da ağıllıdır. Oğuz. Çox ağıllı. Gedərsin. O sizi işgal edən, o istismar edən beyninizi, o söyləmi yaradana gedərsən ki, o da Almandır, Belçikdir, Fransadır. Çünki oradan Amerikadır, Kanadadır. Görsən özündən. Bunlar istismarı çox geniş bəhsidir və dərin bəhsidir istismar bəhs. Ki bunu mən yadıma gəlir, hətta siz bir kitabı oxuyaraq eləyirdiniz Türkçəsində. Biz o kitabı və yəni o barədə kitablar indi Əlcəzairdən olsun, Afrikadan, Asiyadan bu kitablar yazılıbdır istismara qarşı. Onlar oxunmalıdır. Düzdür, biz onu istismar deyirik bəzən, elə həmən işğaldır. İşğaldır, işğal. Daha yumuşaq kəlməsidir. Çünki o nizami gücü çıxandan sonra o değişik bir şeydir. Ona daha işğal demirik. Onu deyirik, sənin beynini istismar eləmiş, ekonomini istismar eləmiş. Amma nizami güc orada olanda, yəni bir dənə o işğalçının əskəri orada olanda onun adı işğaldır. Ona görə Hindistan bizə görə istismar deyildi. O zamana can ki İngiltərənin ordusu orada var idi. Hətta onların özlərini ordu kimi kullanırdılar. Yüz minlər gətirirdilər Türkiyə qarşı, Türk qətliamını. Ki, çox da gözəl. Türklər də onları təmizlədilər, suya atdılar. Bu notla, bu sözlə bugünkü danışığımızı bitirəlim. İnşallah ki, Türkiyədə ərz elədik və Azərbaycanda ki, daha açıq mediaları vardır. Bizimki yoxdur. Orada daha çox Güney Azərbaycanı, daha çox Doğu Türkistanı, Irak türkmenlərini, Suriye türkmenlərini, Filistinin yerinə yəni və öbürü əsir olan assimilasyonla yox olmağa götürülən sözdə Rusiya Federasyonunun içində. Bunlarla daha çox uğraşsınlar. Əgər istəyirlər uğraşarlar başqa yerlərlə. Yox, mən də deyəm, əgər zamanınız yoxdur. Elə Türkiyənin öz içindəki məsələlərlə uğraşın. Yox, bu qədər ki, sinənizi cırırsınız, dağıdırsınız, başınızı duvarlara vurursunuz Filistinə görə. Xəbərini qar gedir. Xiyabanda deyir, Filistinə görə gedərsən, o adam da deyir, mən gedərəm, ölərəm Filistinə görə. Deyir, məsələdə bizi adam yığırıq eləcə, bu otobusu gətirmişik buraya. Ki adım yazaq oraya. Sosial eksperiment eləyirlər. O da deyir, yox, mən bəzi işlərim var, onu mən sonra siz telefonunuzu verin, telefon elərəm. Çoxlu böyle şeylər var, denemələr, sosial denemələr. Bu yalancı filistinçilik, bu saxtakar filistinçilik, bunlar kənara qoyulmalıdır. Təbliğatın işidir daha Oğuz bəy, təbliğatın gücüdür o da. Təbliğatı mən eləmirəm ki, onlar eləyirdi, ona görə deyim. Ki, öncə evniçi, öncə özümüz, biz güclü olmasaq, biraz öncə Azərbaycandan Qaşqay məsələsi kimi, biz güclü olmasaq, Türk güclü olmasa, Türk Güney Azərbaycana yetişməsə, heç başqa yerdə şey edə bilməz. Gördünüz ki, Irakda, Suriyedə nələr oldu? Lütfen Suriye'nin xəritəsini açın. Hər kəs ki buradadır, zəhmət çəksin, çox böyük zəhmətlər çəksin, xəritəyə açsın, görsün ki, yüzdə neçəsini və hansı yerləri YPG terörist qrubu Suriye'nin idarə edir, Suriye'nin. Və orada nə oldu Türkmen məsələsi? Oğuz bəy, burada dostlardan biri yazıbdır, mən gördüm, indi bilmirəm niyə hərəkət eləmir bu. Yazıb ki, Kərim Boxordan da danışın. Əziz dostlar, biz bir zindanilərimizin adını çəkmirik, danışdıq, himayət elədik, rəsmən hamısından, istəklərindən də himayət elədik. Burada da hətta mən öz adıma belə dedim ki, bu kəmpeyni də himayət edirəm. Biz tək-tək insanların adını çəkmədik. Çünki Kərimin adını çəksək, məsələn, Əzimi Qədimin adını çəkməsək, ya o birisinin adını çəkməsək, olmaz. Biz elə hamısının tərəfindən insanlarımız, biz hətta mutatlarımız ki, Oğuz bəy 4 nəfərə edam olubdur, mutatlıq adına, ya məvadlı müxəddir adına. Biz belə onlardan difa elədik. Çünki onlar bizim insanlarımızdılar.
biz siyasilər bizim başımızın üstüdələr. Yəni bizlə müxalif olsalar belə, düşüncələri bizlə müxalif. Yəni burada onu danışıb danışmamaq nə fayda eləyəcəkdir? Mesela onu bir düşünək də. Demirəm fayda eləməyəcək, amma nə fayda eləyəcək, onu düşünmək lazımdır. Ancaq bunu bizim dediyimiz əgər bir dəyəri varsa, bizim dediyimiz budur ki, əgər bir heyvanın uşağını, balasını əlindən alsın, aparsın o bir otağa, o gəlib o qapıyı çırpacaqdır o heyvan. O pişik, o it, o inek. Hər heyvan ki siz onun balasını alın əlindən, bir aparın bir otağa, otağın qapısını bağlayın, görün o heyvan neynər. Bir düşünün də bunu. Biz də deyirik ki, bir insan da elə eynən böyle olmalıdır. Onun balasını, bir məhəllənin bir uşağını, o məhəllənin balası da uşaq, o qız, o oğlan. Aparıb ki, oğurluyur, aparır, orada xəbər yoxdur, 20 gün, 30 gün, xəbərsiz, ittiham altında. Aparıblar dəlixanaya Oğuz bəy, o qızı aparıblar, salıblar dəlixanaya. Mən də deyirəm ki, o uşaq o məhəllənin uşağıdır. O məhəllə o qapıyı gedib çalmalıdır. O qapını yıxmalıdır. Lazımsa. Arz ediyorum ben biz bunu istirik deyək. Kərim Boxoru deyirsiniz bir oturaq o tutulanların hər həftə listəsini. Onda deyəşlər ki, bunların xaric nişinlər eləyirlər. Xaricdə otururlar. Və ya filan partiyanın, filan hizbin şeydirlər, bunlar adamdırlar və onları daha da çox dövəclə sövəclər. Onun yerinə biz bunu sizə düşüncə sunuruq burada. Biz düşüncə sunmağa çalışırıq ki, bu düşüncəsiz inanın ki, siz bir dənə quşun balasını alın, qoyun bir dənə. Onun anası, onun atası, onun yoldaşları bırakmaz onu. Gələrlər orada tık səni rahatsız edir. Siz nə etməlisiniz? Bütün məhəllə qalxmalıdır ki, bu məhəllənin uşağı burada tutulub, burada. Gedib o qapını, o qədər çırpacaqsan o qapını, sən nəyəsən mənim uşağımı burada saxlayıbsan? Sən kimsən? Sən nə cəsarətini gəlirsən uşağı xiyabandan uğurluysan, evindən uğurluysan, kompüterini, telefonunu, hər şeyini götürsən yaparsın. Ki bir şey aktarırsan ki ona göre bunu tutasan əziyyət edirsən. Hər kəs sən tapacaksın zaten. Sən olmasa bile biz bilirik ki geçen 45 ildə sən laf belə suçsuz insanları suç yapıştırıbsan. Sən edam eləyibsən. Sən bir dənə uşağın əlində kitab, bir dənə ruznamə ilə, bir dənə nəşriyə ilə, nə bilim bu fədai xalqinlə, mücahidinlə, bu dinçininlə onu sən nə adlarla adamlar öldürübsən? Xeyr, Oğuz bəy bizim adamlarımızı öldürüb salıb Şahgölüyə, salıbdır Araza, salıbdır göllərə. Siz bizi nə zənn etmişsiniz? Biz sizə yol göstəririk, biz sizə düşüncə göstəririk ki, bu düşüncə budur ki, sizdən, sizin məhəllədən. Qoymayacaqsınız onun qardaşı, bacısı, anası getsin, üzünü sürsün qapılara. Məhəllə getməlidir. Bütün ailələr hamı yığışmalı, gəlin gedək, bizim uşağımıza nə olur burada? Və oradan dönməməlisiniz uşağı gətirmədən öncə. Budur, bizim sözümüz budur. Yani biz görün çox ağır bir fəlsəfə deyirik ki, heç kəs anlamasın. Ki, ağır müadilələr, riyazimadır ki, yox, biz açıqca deyirik, qorxunu atacaqsan canından. Və biləcəksən ki, nə qədər güc şeydədir, çoxluqdadır. Orada gedəcək, çox, nə qədər. 2000 nəfər gəlsə bir dənə bir məhəllənin adamı bir qapıya, o qapını çırpsa, o öldürəməzlər, heç görəməzlər. Ama 2 nəfər gəlsə qapıyı, deyərlər ki, oradadır. Mən bilirəm, mən özüm durmuşam zindin qabağında. Bəli, doğru. Sizinlə, yəni mən sizi bilirəm, mən sizi də bilirəm, özümü də bilirəm. Biz öyle deyil ki, bir şeydən biganəyik, heç dətten xəbərimiz yoxdur, boş danışırıq. Yox, mən elə zindanın qapısında da durmuşam gecələr, səhərəcən həftələr, içində də durmuşam. Məsələ budur ki, bunu sazman eləmək lazım. Bunu organize etmək lazım. Bir məhəlləyə necə götürərsən ki, bu məhəllədən bir uşaq, əgər biri müəllimsə müəllimlər, əgər biri öğrenci ise öğrenciler, biri işçi ise işçiler. Yani öyle deyirəm, yalnız məhəllə demirəm. Yani çoxlu toplu olarak gedib onu oradan çekip çıxartmaq lazımdır. Yani bunu bildirən ki, başarı buradadır. Birinin yolu budur, başka yolu yoxdur bunun. Çünki yazmayla, diləkçəylə, zırıldamaqla, zarıldamaqla, istiğasəylə, istəməklə, yalvarmaqla, dilənməklə yoxdur. Bunlar daha cəriləşərlər. Çünki bunlar özlərini Allahın simgəsi bilirlər yer üzündə. Düz istəyirəm. Buyurun. Xeyr, xahiş edirəm. Siz onu buyurdunuz, mən özüm yadıma düşdüm. Mən zindandan bir yağı səl müstəqisin yazmışdım. Heç kəs də yetişmədi. Olan nə yağı səl müstəqisin. Duracaq da.
Ya Zaten duracaqsan sizinle olanda biz sizin gezinizle uğraştık. sağ olun, bilirəm. Təşəkkür edirəm o dostlardan ki, bizi diri saxlamağa çalışdılar, var olsunlar. Bəli, istəyirəm deyəm ki, yəni o siz buyurduğunuz düzdür. Yəni ağlamaqla mən deyirəm o Yasəl Müstəğisinin bir mənası budur ki, kömək istəyirəm, yardım istəyirəm. Heç kəs gəlmədi qapıya. Amma baxın, bu bir vaqiiyyətdir millət. Biz sizə burada adamların, tək-tək adamlardan danışsaq, bir hissəsi yadımızdan çıxa bilər, bir hissəsi ola bilər. Ya onlara ittiham gələ bilər, onların ittihamının üstünə ittiham qoyarlar. Amma onun əvəzində biz burada sizə deyirik ki, bir dana işin rah həlli nədir? Güclənməsəz. Qutuldu, zəif olsan yalvaracaqsan, ağlayacaq, heç kəs ayaq səni saymaz. Dilənçi, baxın, dilənçi fərhəngindən, kültüründən çıxacaqsınız. Dilənçiyə, siz dilənçiyə xiyabanda nə qədər hörmət qoyursunuz? Onun hangi arzularına yetişirsiniz? Əgər əlində bir izafən olsa sədəqə verirsən, yəni pul vermirsən, sədəqə verirsən, deyirsən ki, mənim başımın bəlası getsin bunun başına. Onu da özü yaxşı insanım deyə öz egova görə edirsən. Özünə görə deyirsən, dedim də, öz sağlığına görə verirsən. Amma sən dövlətdən, İran dövləti ki, işğal dövlətidir, ondan istəyirsən, yəni o sənə sədəqə versə verər, verməsə verməz. Başının bəlasını mən sənə versəm verirəm, ondan sonra verməz. Onun üçün sən gərək qüdrətlənəsən, güclənəsən. Nədir olacaqdır? Təşkilatlanacaqsın. Azərbaycanda 11-12 dənə təşkilat var. Çox var. Ya üzv ol, ya da özün təşkilat qur. Gizli təşkilat qur. Birləşir. Həm fikirdaşları yığır bir yerə. 5 nəfər olun, amma mütəşəkkil olun. Bilin ki, bax, məsələn, biz filan yeri bu gecə sındıracaq. Gedin, sındırın. Gedin filan yeri vurun. Gedin filan yeri yazın. Filan yeri yay. Filan bəyaniyəni yazın, yayın şəhərdə. Yəni bunlar milləti qucursu yoxsa yazlar orada məsələn Zindaniyin adını deyək. Zindaninin adını deməklə müşkil həll olmaz. Mən zindanda məndən çox bir nəfər, 2 nəfər məndən çox ömründə etisab qəzi eləyib dostlar. Bir Bobby Sands İrlandidə, bir də Əkbər Gənci İranda. Məndən uzun etisab qəzi eləyən bu 2 danadır. Ondan sonra heç kəs eləmirdi. Onların da vəziyyətini gördük. Biri öldü, biri diri qaldı. Mən 44 gün acı qalmışam zindanda. Heç kəs, bunlarla olmaz. Bunlarla işini qabağa aparanmırsın. Bunlarla sənə deyir ki, gəl sənə sədəqə verim. Tamam, sən get bimaristana. Məni göndərdi bimaristana. Qutardı, getdi. Mənim o 44 gün acdığım nə oldu? Məsələn, mənə ağa, usul görəcək. Əgər istəyir etisab qəzi eləyəsən, millət hamısı etisab qəzi eləsin. Bazarı tətil eləsin, etisab qəzi eləməsin. Bazarı tətil eləsin. İdarələri tətil eləsin. Mən idarələrin getsinlər, idarələrin şişələrini sındırsın. Getsinlər polisin yolları bağlasınlar. Oğuz bəy, xiyabanları bağlasınlar. Biz burada deyə bilmərik ki, neynəmir. Şüşəni gedin sındırın. Amma biz bunu deyə bilərik ki, əgər sizin əziziniz tutulmuşsa, gedin o qapıya, orada, o qapıdadır. Oturup orada ya evdə danışmaqla orada o qapıya tərəf gedəcəksin. Doğru. Onu deyə bilərik. Doğru. Yəni doğru. Başqa ölkədə oturup biz deyə bilmərik ki, yəni o şeydir. Onu deyə bilmərik qanunan ki, biz deyə bilmərik ki, gedin məsələn şüşələri sındırın. Yox, məsələ şüşə deyil. Amma yəni birləşəcəksən, birləşəcəksən, o istədiyini zorla alacaqsan. Zorla almasan, yəni sənin həqqin deyil. O şey ki, zorla alırsan, onu özünə haqq bilirsən. Layiq deyirsən, amma mənim ləyaqətim budur. Yəni biz burada bunları deyə bildik sizə. Bundan sonra bir şey deyənmərik. Yəni gəlib, əslən desək də faydası yoxdur. Məsələn, biz də deyə bildik, otur. Yox, bizə yaraşmaz ki, deyək, gedin məsələn, yox ya, bunu indiyəcən çoxları... Oğuz bəy, əslən baxın, biz burada xəbər... Qruplaşmaq lazımdır, bunu deyə bilərik. Bu doğrusu da qruplaşmaq lazımdır. Biz burada gəlib eləyə bilirik, İran radio televizyonunun xəbər oxuyaq gedək. Amma biz burada çalışırıq ki, deyək, düşüncələrimiz dəyişməlidir. Bizim beynimiz deyil, dostlar. Bizim beynimiz kompüterə bənzər ki, vermişik, düşmən doldurubdur. Biz istəyək, bizim ola gərək bunu format eləyək. Ya da gedək biri ayrısını alaq, qoyaq bura. Yəni biz öz dərnaməmizi yazmalıyıq. Azərbaycandan baxışdır, düşüncə üzərinədir. Nə xəbər ajansılığıdır, bütün düşüncə və təhlil üzərinədir. Güney Azərbaycandan baxış. Ona görə bu hətta biz burada çalışmırıq ki, zindanilərimizdən himayət edək. Biz burada çalışırıq ki, hətta zindanilərimizə də yox, düşüncə nəcür olmalıdır.
düşüncə ürətək, düşüncənin düşünmək yollarını göstərək ki, bu işi biz belə düşünürük. Siz də buna baxın, bir dənə ülgüdür da bu. Ondan sonra siz bunu inkişaf verin zehninizdə. Yolu nədir, onu göstərmək lazımdır. Bizim mənim gənə də sizinlə biz deyirəm burada. Bizim qənaətimiz budur ki, qurtuluş yolunu bir ömür fəaliyyətdən sonra, fəaliyyətin nəticəsində deyək ki, qurtuluş yolu budur. Əgər sizdən birisi uğurlanmışsa, girovqan tutulmuşsa və ya onların adı ilə bazdaş olunmuşsa, o bazdaş yerinə gedəcəksiniz. Qutuldu. Orayla savaşacaqsan. Və hamı oraya gedəcək. Və nə qədər çox geçsəniz oraya, nə qədər o qapını sarssanız, qapını titrəsəniz, dövsəniz, uşaq oradadır, get uşağı al da. Oğuz bəy, ikinci məsələ də var. İkinci məsələ də budur ki, ağzınızdan möhrü götürəcəksiniz, bu zipi ki bağlamışsınız, onu açacaqsınız, qışqıracaqsan, bağıracaqsan, dünya eşitsin. Sən orada oturmuşsan, danışmayacaqsan, deməyəcəksən, mən burada neyniyə bilirəm, eşitməyəndən sonra neyniyə bilirəm. Sən orada qışqıracaqsan, bağıracaqsan, səsin dünyaya yetişəcəkdir, dünya bunu aparacaqdır, qoyacaqlar sazman imilərə, o üzə, bu üzə baskı basacaqlar İrana. Bizim də vəzifəmiz odur. Bizim də vəzifəmiz budur. Vəzifəsi odur. Siz bilirsiniz, özünüz də daxil. Bütün tutulanların adlarını, listələrini, nə cür tutulur, hamısı bu insan haqları mərkəzləri, bütün dövlətləri, nə bilim, insan haqları mərkəzlərinə işimiz bu olub keçən 30 ili, 40 ili. İnanın. Məsələ budur ki, düzü də elə budur. Yəni, o eşikdəki qardaş, o içəridəki əsir qardaşının səsi olmalıdır. İçəridəki də o səsi yaratmalıdır. Yəni, olmaz ki, mən heç iş görməyəcəyəm. Yəni, öyle şey etmə olmamalıdır, barmaq tutub. Sənin işin budur. Yox, eşikdəkinin işi budur ki, gözündə hər zaman biz jurnalistləri suçluyuruq, deyirik ki, jurnalist. Çünki siz azadsınız, danışmalısınız. Ancaq içəridə də yol budur, yöndən budur. Qurtuluşdan sonra başqa yol yoxdur. O da o hədəfə tərəf getmək lazımdır. Əgər oradan 30 il idi Ermənistana silah gedirdi, traklar gedirdi, yemək gedirdi. Bu, Azərbaycanın sorumluluğuydu, Güney Azərbaycan ki, onu qoymasın, onun önünü alsın. Bu, yəni, hər şey... Biz eləyə bilərdik qabağını alaq. Yəni, o günah bizdədir. Yəni, biz özümüz oturmuşuq, düşmən də gəlir, bizi əzmağa çalışır, biz də orada oturmuşuq, yalvarırıq ki, vurma. Biz qollarımızı tutmuşuq, da deyirik, vurma. O, vurduğu yapışdıq əlindən alta. Oğuz bəy, mən yadıma gəlir, qoyun bunu deyim, bu xatirəni deyim, acı olsa deyim. Danışığın qabağında danışıqlar etiraz edirlər. Biz də xəbərnigarlar olaraq qərar oldu ki, ora xəbərnigarların içində ittilaat məmuru var. Bunu bilirsiniz ki, olar, hər yerdə olar. Getdik ora danışığın qabağında toplanmışıq. Gördüm ki, polislər, libas şəxslər məni göstərdilər, bir-birlərinə istəyirlər vurarlar. Uşaqlara dedim ki, gəlin yenək biz əşaya, yavaş-yavaş buradan uzaqlaşaq. Onlar məni orada saxlamağa çalışır. Gəldilər orada, məni tutdular. 18 nəfər məni vurur. Mən gördüm ki, öldürürlər rəsmən. Heç də deyilmə, mənim burada bir qələmim var idi, Parker xudnevisim var idi. İranda xudnevis deyirlərdi, o Parker. Bunu buradan çıxartdım, dəmirdi. Bunu çıxartdım, bununla gələni vurdum. Cəlib budur, şikayət eləmişdi, polis yazmışdı, bıçaqla bizi vururdu. Yəni, mən özümdən difa eləməyə məcburam. Yəni, həqqin yoxdur, sən deyəsən ki, mən difa eləməyəcəm. Yox. Həmişə də ömrümdə pəşimanam Oğuz bəy ki, mən niyə bir dənə yanımda bıçaq götürməmişim, o gün qələm əvəzinə bıçaqla bunları vurardım. Yəni, mən özümdən, əgər mən özümü milli bilirəm, əgər haqq sahibi bilirəm, özümü, onlar mənə haqq verirlər sözü deyil, mən özümə haqq bilirəm, haqq sahibi bilirəm, onu zorla alacağım. Zorla almadığın şey sənin haqqın deyil. Sənin haqqın deyil, yəni. Tamam, mən fikirəm, söz qutardı Oğuz bəy. Əgər başqa fikrim bir... deyirəm də. Zülüm o zaman, o saniyədən başlayır ki, siz baş ayırsınız. Doğru. Gecəniz hər kəsin xeyr olsun Təbrizdə, Güney Azərbaycanda və hər yerdə ki, bizə qatıldılar. Bəziləri gəldilər, getdilər, bəziləri bizimlə oturdular. Hamıya təşəkkür. Sonra izləyənlərə də indidən təşəkkür edirik, xösələlərindən sağ olun. Gələn həftə Pərşənbə günü saat 9-da, Təbriz vaxtı 9-da, yenə də Güney Azərbaycandan proqramda görüşəcəyik. Sağ olun. Dostlar, gecəniz xeyrə qalsın, sağ qalın, səlamət qalın. Hələ. Görüşmək üzrə.